Ayda seriyalı ghostları yenə yeyim ha. Okey vəs katıldı. Sanılma bir daha sanılma sanılma. Şükür Allah yaxşı. Çoxdan görüşmürdük okey vəs nədir? Salam aleyküm A noktamı. Bir de aleyküm salam. Bu arada televizyon səsi gəlmirsə, inşallah gəlmir. Nə artıq serialın adını da bilmirəm. Xəyanət nə zibildir artıq onu verirlər. Gəlir. Ha, yes. Bana qapını da bağlamışam ha. Qapını da qulağınızı mı tutdun belə nə xarp? Vicdan haqqı, vicdan haqqı qurtarmamışdı mən biləm. Allah Allah. Problem deyil. Nəysə, lənət şeytan. Da üzürsən. Ya bu evdə niyə incələmələr gəlir artıq anladınız yəqin. Gələr nələr kaydeləmişəm telefona. Palatkat oyuna dönəcək bura. Qoza arvad iyisi gəlir bizim videolarda. Amma belə palatkalarda belə oynayanlar zətdə. Bir də telefonla çəkilmiş videolara baxırlar, adamı yandıran odur. Və o zurnan səsi telefon mikrofonun bir nətər uğultacaq. Adam beyni deşilir. Səsəvini yazdım. Xəyanət. Mən nə fərq varamsa eynizi bildi. Ya baxırsan şeydir. Vicdan haqqındakı ki aktyorlar götürüb qoyurlar bura. Xasiyyət obrazat ehtiyac var. Həmin şey. Sadəcə elə bir adım. Bu nə də? Bunu kabul eləmişlər. Kabul şeylərsə öyle gülmüşdür. Beləmişlər ama neyse. SS al. Okey. Onsuz da yayın təşkil olacaq da oradan videosundan şey eləyərəm. Yayın təşkiline baxabilirim mən. Fil atan. Kağız paltarıma da uyurdu ama rəngində. Belə işlər. Yəni belə məndə söhbət qutardı. Sizdə nə what the hell? Pirat sizi ortaq yayın yapmayı yox qaqa özür istəyir. Ortaq yayın eləməyə sakit yoxdur yəni. Söhbətimiz eləyir burada. Aleyküm salam Quliyev nətə səndə onu yox. Salam sizin Qəmbərzadə aleyküm salam. Şükür Allah yaxşıyam sən necəsən? Hər şey qaydasındadır. Məndə ən azından hər şey qaydasındadır. Sakit yolda gecəyim. Şükür yaxşı olmuşsan. Səndən baxam qardaşım, səndən baxam. Azər Suriyyətli salamlar, təzə gələnlər salamlar. Bəzi hatta çox tez gedir. Görə bilmirəm, üzürü sayın. Faris Pro Player canlı yayını bəyəndi, bax. Aleyküm salam, şükür Allah mən yaxşıyam. Emin 0115 təşəkkürlər dəstəyin üçün Allah razı olsun. Təşəkkürlər. Asımırı. Evet arkadaşlar selamlar. Bugünler size hiçbir şey demeyeceğim. Burası da biraz fısıldayacağım. Neyse. Ya bu kadar. Ben de Asımırı bu kadar. Göyətli zat da yoktu ki adam burada yesin. Ya o dəvət seysi də yerim. Kurt. Qoyun şimdi seynirdim. Otluyordum daha doğrusu. Təşəkkürlər Emin. Təşəkkürlər dəstəyin üçün Allah razı olsun. Təşəkkürlər. Təşəkkürlər. Valla bu yayımı görünəsə adam oyun oynamazsa. Yani oyunu özüm üçün oynayıp YouTube'a koyarım. Burada belə yay verir söhbət yani. Bir belə daha çok baxılır. Vay mı? 19. Aman qadavızı alıb. Oyunlardan mənə soruşmuş ki mənim oynadığım oyundan soxsuzdu. İndi buna da şey gələcək bak. Tuf eləyəcəm. Buna da həssas içərik gələcək çırılaram hürmətən Allah'ın olsun. Vasım tuf oynayıq ha. Belə bir şey eləməsin də. O belə tuf oynayana mən xoşum gəlir. Belə danışmancaq. Sinan Salazar salamlar ətəsən davanlı yox. Olmaz. Yani artık bu kadar həssaslaşırlar. Yani artık mühtan zatdan danışmanı heç istəmirlər yəni. Bu qədər çorluyur. Ya bu TikTok'da bəzi belə rəqs eləyənlər deyək, Hindistanlılar nə min cür oyundan çıxır. Onlardan bir zibil gəlmir, bir də mən deyəndə bir şey olur. Okey. Qocalacağıq da, qocalacağıq yəni. Biz də Terminator deyil yəni insanıq yəni. Siz mənə baxdığınız o QTL videosu 2016 zadı idi. 2015-2016 idi yəni. 2016 olsa böyütmə.
Ya oradan əlbəttə ki, vaxt gedəcək. Ya saç da qalmayıb artıq. iPhone-la solkası vardı şeydə iPhone X-də onu oxşuyur satıyor. Əsəbdən saç da qalmadı. Aleyküm salam şükürlər, nətər səndə var, nə yox. Cavan vaxtların vardı. Yəni, valla hələ də cavanam, bir problem deyil yəni. Hələ də 36 yaşım var, hələ çox belə o qədər də qocalmamışam amma. Nə yaxşı oyun oynamırsan. Çünki kompüter, daha doğrusu ekran kartı niyəsə cavab vermir mənə. Təmirləmək lazımdır. Termal pasajdan dəyişdirmək lazım. Bir də ekran kartını özüm də çıxardım, taxacam. Görüm bəlkə düzəldi, görək də inşallah. Bu qal hələ elə ki, zorab görsün. Oy, başlayın. Onu mən nətər unutmuşam. Hələ bu kanalın atributu deyə bu. Belə duram. Bəli, bu arada yayımın sponsoru gördüyünüz kimi corablardır. Belə. Nəbs ol, təəssüf ki. Dözənmədi. İstəsən YouTube atacağım videoları edər, nə? İstəsən YouTube'a atacağım videolara edərəm, nəyi? Sponsor silah, çaş. Sən də zoru vardı. Vəqəl ekran kartından olub. Ekran kartım, bugünkü kompüteri yandırmışdım ki, Adobe Premiere'də nəsə problem çıxmırdı. Daha doğrusu açılmırdı yani. Dedim bir tozun zadını aldım. Tozun zadını aldım, gəldim, taxdım, gördüm, ekran kartım görmür. Kompüter yanır, yani ki, ventilator zadı şey edir. Amma ekran kartları sanki şey taxılmamış kimi deyən, görmür. Monitora görüntü gəlmir. Baxdım, ventilator da fırlamır. Şunurum çıxartdım, taxdım, o portu var ya, ona nə deyirlər, yadımdan çıxdı. Blok bir tanesinin portu değil abi. Taxdım, çıxartdım, bir şey olmadı. Dəyişmədi. Yəni, niyə belə oldu bilmirəm yəni. Görək də. Çəfən pulum getdi. Təşəkkürlər Allah olsun. Hə, cavan sonuçda. Hər alınmaya çox var. Niyə tələssən o tərəflərə? Səhvəz təşəkkürlər, dəstənin üçün Allah razı olsun. Təşəkkürlər. Yetimin ciyərin dağıldanda hələ olacaqdı. Valla bir tərəfdən də hə yəni, çünki şeydir, nədir onun adı, bəzən 7 saat yayım eləyirdik, bəzən şey eləyirdik. Artıq bir ildən bir ən azından bir ildən bir termopazları dəyişmək lazım, əgər oyun oynayırsansa, amma məlum məsələlərə görə dəyişdirə bilmirəm. Amma bu artıq şey olmasın, belə nətər deyim, səhv başa düşülməsin, ayın 30 saat günündə. İnşallah o vaxt kimin üçün pul gələcək, o da şey eləyəcəm. İnşallah, görək də. Orada artıq şey elətdirəcəm, termopazları dəyişdirəcəm, mütləq dəyişdirəcəm inşallah. Bir yadından çıxırlamək. Onu çıxar, kontaktlarını pozandan sil olmadı ustalıqdır. Deyirlər də ustaya onsuz da termal pastası onsuz da dəyişdirilməlidir. Bir dənə 4070, oho, çaş. 4070 biraz çox olar bəlkə, amma 4060, 5060 bəlkə olar. Yəni 600 wattlıq şey var, blok taniyası var. Vüqar Əli Məhərrəmovdan danışır. Yox, Əli Məhərrəmovda heç xəbər yoxdur yəni. WhatsApp'dan yazmışdım, nə qədər cavab eləmədi. YouTube'da yəni video qoymuşdu. Yəni qoyduğundan bir-iki həftə sonra da yəni görmüşdüm. Yəni təzəlikçi, mən yazanda təzəlikçi qoymuşdu. Yenə cavab vermədi. Discord'da da yoxdur. Heç bir yerdə yoxdur adam. Yoxdur yəni. Çox uzun müddətdir ki, ondan şey eləmir. Abi, əsl peşəniz nədir yayından başqa? Əsl peşəm əvvəllər ki, kafedə işləyirdim. Həm şot yazırdım, həm də arada bir afisantlar məşğul olanda mən aparırdım. Amma bir 2 ildir ki, artıq işsizəm yəni təəssüf ki. 2 ildir ki, belə. Yayınmayım. 4060 ya 5060 qəşəng olardı. İnşallah görək də, inşallah. Nə də olsa dediyim kimi prosesor şey deyil. Hə, blok Britaniyada çox böyük problem deyil. Çox bahalı bir şey deyil yəni. O ekran kartına pul almışsansa, onun yanına onu qoyarsan, onu da şey eləyərsən. Yəni CPU hələ də yola verər. CPU 11400F-dir, i5 şeydir. Bu RX deməlidir. AMD-nin 5600-nə bərabərdir yəni. Çox belə zəif bir şey deyil, yola verər şeydir. Amma ekran kartı əlbəttə ki, yenə də sonsuz ekran kartı. Sonra SSD-ni də dəyişdirsəm yaxşı olar. Çünki böyük ehtimal bu ucuz olduğuna görə ki, SSD də çox şey deyil, fərqli deyil. Onu bir qəşəng 3-4 terabaytlıq eləmək lazım. Çünki mən
İncələmə hazırladığıma görə mən kayd edirəm. Bəlkə də kayd biraz da şeydir, körür esasında. Çünki dəqiqə başı kayd elədiyimə görə dayanmadan, saatlarla olsa saatlarla kayd edirsən onu. Onu SSD mi dayanır? Əyalı olar PS-də ən azı 750 olsa zor olardı, amma sertifikası olsun. Bu arada şeydir, PS4 Pro'nu da şey eləmişəm da, koymuşam da lafı görüm, eğer olan olsaydı. Onun dostuna koyardım, daha da şey geldim yani. Qəyamət neçənci böldü, bilmirəm qaqa, bilmirəm valla, nə bilim bizim işte təzəsir də yəni. Televizor açsın, baxın, görün neçəsini göstərir. Bir dəfəlik 4 terabayt da 10 terabayt, 10 terabaytı neydi ama? PS3 qoşu oyna. PS3'ün qoşu nədir? Siz buradan aslında olar ama siz görəməyəsiniz. Bir dəqiqə. Telefon tuta mı oynayın? Bir şey var, Dante's Inferno var, bir de şey var. Ama orada da bir dəqiqə, Dante's Inferno'da da bəzi şey səhnələr vardı ya. Aman TikTok'ta qaşınmayaq. Onu kompüterimi düzəlsin, baxarıq inşallah. Kompüterimi düzəlsin, baxarıq. Stəkan qoy. Kompüter soyuqlamıyor, qaqalılar. Səbət edin. Stəkan qoysam da yer yoxdur. Yəni, belə göstərirəm, belə şey deyib, belə sinəmə dayıb bəlkə də göstərirəm bu tərəfə, amma Sadəcə baxarıq inşallah. Burada HDMI qoş abi oyna. HDMI qoşsam burada şey olacaq. Bura görüntü vermək olur mu? Kamerayla yayım açmışamsa. Kameram görsənməyəcək böyük ihtimal. Ən zəhləm getdiyim oyun Pokemon. Heç fikirləşmədən Pokemon. Pokemon'u mən bir dəfə Game Boy'da yoxlamışam. Belə meh bir şeydi yəni. O dövürsündə yəni. Amma baxıram ki, günümüzdə heç dəyişməyib, ona görə də ən zəhləm gedən şey Pokemon'dur və Nintendo dünyanın ən az gözlü firmasıdır. Sadəcə oyun firması da ümumiyyətlə az gözlü firmasıdır. Yəni artıq hər dəfəsində də desin ki, daha nə qədər quldura bilər, daha da betər olur. Yəni bilənlər bilir də ki, Nintendo Switch'də nələr elədi, yəni sən şey alırsan, diskini alırsan, kartuşunu alırsan, əslində içində kod var. Oyun yoxdur. İnternetdən endirməlisən. Ay nə bilim, oyunlar 70, 80, 90 dollar fizikalı. Ki dediyim kimi, içində oyun da yoxdur onun. İndi artıq son vaxtlarda şey var. Metroid Prime oyunu çıxardıbdı. Oyun içindəki ki, arxa plan musiqini eşitmək üçün ki, 30 dollarlıq figur almalısan. Yəni artıq əməlli başlı GTA 7 düzəltmək olar. Olar valla. Biraz kodlamağı öyrənsən, özündən GTA düzəldərsən. Amma əlbəttə ki, böyük studiya kimi olmayacaq. 2 milyard dolların var mı? Rockstar kimi ayırmağa oyuna. Vüqar Mario remake'ini al. Söylesem xahiş edirəm. Mənim üçün Mario dendi də qaldı. Switch almağa dəyər səncə? Belə deyim də, Nintendo oyunlarla yatıb qalxsansa, onsuz yaşayamıram deyirsənsə, bəlkə, amma məncə yox. Məncə Nintendo'nu qudurtmayın daha çox. Məncə Nintendo'nu qudurtmayın. Adamlar getdikcə daha da betərləşir, daha da... Ya, bir vaxtda sevdiyim firmayı deyil Nintendo. Ya, uşaqlığımız Nintendo oyuna gecə, Mario'dur, nə biçim, Dakant vardı, tapanca ilə vurdu filan. İndi əməlli başda şey olub. Əməlli başda... İndi deyə bilməyəcəm, ona da şey gələcək, həssasçilik gələcək. Nə olub, ya ki, duyla başlayan bir şey olub, yəni rəssam olub deyək, yəni belə. Əməlli başda çox şey olub. 1500 manata məsləhət bilirsən PC yığmağı. PC özün yığdırsa, bir də 1500 minərlidir. 1500. 1500 manata ki, hazırlarından var, qəşəng ekran kartı 5060'dı zaten, bir də şey görmüşdüm Instagramda. Amma özün yığdırsan bahalıya gələcək, çünki onlar ucuz şeyləri qoyurlar deyə. Və bir neçə daha şey satdıqlarına görə böyük ihtimal qiymətini aşağı sala bilirlər. Amma anakartı ucuz olur, ramı ucuz. Sən özün yığdırsan, onlar bahalı olacağı üçün daha bahalı olacaq. Yəni 1500 manata daha az şey alasın. Güz alasın, güz baxımından. Məncə Instagramdakı hazır o ki, kompüter şeylərinə bax, təkliflərinə qalqırız, yeni ildir. Yeni ildə qəşəng endirimlər də eləyərlər. 1450-1500 manata 5060 kompüter tapa bilərsən. Və 560 da qəşəng kartlar əlbəttə ki. Biraz ramı, biraz Nvidia'nın uğraşdığı şeydir. 8 GB qoyub. TI'da 16 GB'dır. Amma olsun, yenə də
şeydə 5060-5060'dır. Vüqar niyə mənə elə baxırsan? Sənə elə baxmıram Sinan. Sadəcə ekran belə baxıram sadəcə. Kameraya baxıram sadəcə. Epic Games yani bir de Hogwarts Legacy'ni verdi. Bir de şey görmeyəsiniz. Bəlkə bilmək olmaz. Bəlkə yeni il axırda bir sürpriz box alacaq. Bəlkə RDR işini verəcək. Şey verəcək. O var idi mobildə. Neydi onun adı? Six Guns var idi mobildə. RDR-yə oxşayan. Onu verəcək böyük ehtimal. Dünən verdiyini ala bilmədim. Bugün aldım ama. Əyyub Abdullayev yəqin ki, üzr tam adını görsəmə. Təşəkkürlər dəstəkçi Allah razı olsun. Abdullayev, indi görsəndim. Nihat. Aleyküm salam Nihat. Nədir səndə var yox? Qəşəng endirimlər var Steam'də. Pul bitib. Şey düşüb endirmə adını isteyin. Neydə o şeyin adı? Lənət şeytan adı nətən yadımdan çıxdı? Solomdur. Neyse. Wolfenstein şey New Colossus yadıma düşdü. Onu oynamaq çox istəyirəm amma heç şey deyə pul yoxdur. Əyyub Abdullayev təşəkkürlər dəstəyin üçün və digər bir nəfər də deyəsən göndərmişdi. Üzrü sayısını görmədim. Mənim yorumu niyə oxumursunuz? Bu gün oyun var. Ya bu gün oyun şey yoxdur təəssüf ki. Böyük ehtimalda ayın axırına qədər olmayacaq. Çünki kompüterin ekran kartı işləmir artıq. Yəni daha doğrusu şey taxılıdır hər şey. Şunuz da taxılıdır amma ventilator zadı fırlamır. Kompüterdə onu görmür təəssüf ki. Təmir edilənə qədər təəssüf ki oyun oynaya bilməyəcəm. Amma YouTube-a oyun qoymaq fikrim var. Bu emulatorda bəzi belə qorxu oyunları var idi. Köhnə oyunlarda onları oynayıb qoymaq fikrim var. Boş qalmasın YouTube deyə. $2 düşüb. Okey. Baxarıq. Steam'dən girirəm elə bir muzeydə. Ekran kartı hə deyə. Salam bu qələbə Uncharted qayıb miras qoymuşam. Endirməyə səncə necə oyuncu? Məncə çox qəşəng oyundur amma onun əvvəlkilərini oynamışsam mı? Uncharted 1, 2, 3-ü. Yenə də oynayarsan, yenə də şey eləyərsən, yəni başa düşərsən amma personajları daha yaxşı başa düşərsən də. Çünki o 1, 2, 3 də mütləq oynanmalı, özəllə 2 ilə 3 oynanmalı oyunlardır yəni. Amma təəssüf ki PC-də yoxdur, o da ayrı problem. Sarsızım gələm, okey Faris. Ciddiyəm GTX 1650 var, işimi görərsən. Təşəkkürlər, Allah razı olsun. Yəni, məndəki 3000 şey deyil yəni, belə təmiz getməyib ki, sadəcə nəsə bir nasazlıq var böyük ehtimal. Onu təmir edir, onsa termal pasası dəyişilməlidir, ora aparanda orada şey edəcəm, göstərəcəm, deyəcəm nəsə bir şey var mı bunu. Çox böyük ehtimal yoxdur, bəlkə yerindən oynayıb bir şey, nə biləm. Ki, nə qədər şununu çıxardıb taxsam da, bir şey eləyəcəm, baxacam inşallah yayımdan sonra, onu belə rahat qoymayacam qalsın. O belə şey təmbər olub, ay belə deyə də. İndi deyəm mənə. Saçlarınız nədən birdən bəyazladı? Böyük ehtimal əsəbdən, stresdən. RDR bir yüklü oyuna da YouTube-a. Şeydə, telefonda. RDR bir oynamışam onsuz da, amma baxarıq bəlkə. Zəhmət olmasa bəyənmək parası, bələ, təşəkkürlər. Belə. O kadar ekran kartı hansı firmaydı? 2 GB'dır, buradan görsənir. Göstərebilirəm. Give me the camera. Buradan görsənir mi bilmirəm. Çox belə elə yerdə çıxarım. Buradan görsəndim bilmirəm, gigabaytdır şey markası. Anakartda şey olmadı, matbularda deyəsən Asus idi, deyəsən Asus idi. Türkiyə açanda Asus göstərdi, yəni birinci o böyük ehtimal Asusdur. Səncə bu oyun dünyası harcıdır? Valla bu oyun dünyası əgər buzu gedəcəksə, yanına gedir yəni. Buzu gedəcəksə vəssalam. Özəl hekayəli oyunlar, yəni multiplayer onsuz da zibil qədər var multiplayer, hər kəs multiplayer çıxardır, cəmaat oynasın deyə, skin alsın deyə, amma
təəssüf ki, mənim kimi oyuncular üçün üzücü şeydir. Artıq dediyim kimi ki, Last of Us üçün nə qəşəng evin yıxdıqları üçün artıq Sony o cür bir oyun çıxartdıracaqmı bilmirəm. Görəyincə intergalaktik nə tər olacaq da, hər nə qədər treylerından gördüyüm qədər hamısı Hindistanlı, Çinli, minli, keçəlçi, ikinci qız olan zatdır. Görək də, inşallah bu dəfə sizin o şey Last of Us-a deyilsə C2-si falan. İnşallah həqiqətən C2-si olmaz. Görək də, görək. Hər nə qədər Neil Druckmann deyir ki, daha əvvəl görmədiyiniz bir şey olacaq. Daha əvvəl Türkcə demiş, deneyimləmədiyiniz bir şey olacaq. Yəni ki, deneyim olacaq. Görək də. İndi bunu deyən Naughty Dog olduğuna görə insan istərsəmiz okey deyir, bir bağı görən olacaq deyir. Görək. Abi məndə RTX 5091 var, istəyirsən. Yox, qaqa, yox. Onun... Neyse. 5091'i gözlə. Bəlkə TI. Məndə də 1941-45 var. İkisi də. Mən şey istədirəm, SLR istədirəm. Alman keyfiyyətidir. 90 yox, 91. Bana bak. Aynen ağarıbsan PC'ye. Hiçbir şey eləməmişəm, Heydər. Nadı bu niyəsə ekran kartı vapşe mən işləmirəm deyirəm. Vapşe sən var ləzzətlənmirsən deyə işləmirsən. O zaman şeydə bu gün açdım. Premierdə və sahə telefi seyrədəcəkdim. Qutardım müziği. Premier açılmadı və şəkil kimi dondu qaldı. Papkaya girən bir şey kopyala, papka da dondu qaldı. Allah Allah. Dedim söndürüm bir təmizləyim. Təmizdən yaptım, qoşdum. Hər şeydə ekran kartına dəyməmişəm. Şunun zadını çıxartmamışım. Söyləmir. Ekran kartını görmür. Kompüter özü qoşulur ama ekran kartını görmür. I don't know why. Bugün 2026'da RTX 6000 çıxacaq. İnşallah. Bu arada təzə kompüter almaq istəyən məncə biraz gözləsiniz. RTX 6000 seriyasını gözləyin. Çünki GTA 6 onda böyük ehtimal daha yaxşı işləyəcək. Böyük ehtimal. Vurğan sənə pis xəbərim var. Dev. Buyur. RTX. Ne RTX? Ada RTX yakın. Tane böyle GTX kazıyor ki. Abi GTA 6 videoları gelecek. İnşallah. Orada kırıcı kasıdacağım Lucia ile. Bikini ile özdə ki. O trailer'ı görəndən sonra Lucia ile paltar gezəm fikirləşmirsiniz yəqin ki. Bikini ilə şeydi kırıcı kasıdacağım geçən. İnşallah samolota yerləşər. Görək də. RAM'ları çıxart, təmizlə tax işləyəcək. RAM'ı çıxardın, taxım, ekran kartı işləyəcək. Bəli. Ərzam, you're genius Ərzam. Bu arada sağın işmətlər sənə orada yox. Karabqalar gəldi inşallah. Gene de YouTube'a qoyacaqsan, yoxsa TikTok'a? Nəyi? Şöyle qoyacaq. Hər ikisinə qoyacaq. YouTube'a da qoyacaq, TikTok'a da qoyacaq. Şeydə videonun. Axırıncı dəfə nə vaxt ananas yemişsən? Valla böyük bir restoranda yemişəm, bu yadımda deyil nə vaxt. Yo bilirəm, Ərzam şey edirəm, sənə gəldi bu karabqa, yəni bir də şey olmaz, problem. Çünki bu gün əməli başda gizliydi istim. Namikdə də gizliydi. Mənim ekran kartım da hələ xarab olmuşdu, üstündə klasik şəkli vardı. Vay be. GTA videoda. Ha qoyacam inşallah, qoyacam, niyə qoymamışım? Hamısı da qoyacam. Yanlış anlama şeyi vardı filmi diye karşı bir tane sok. Hamıya sok. Tapdıq abi yoksa sen? Tapdıq abi kimi özleyip. Ben bizim videolara bakmıram diye. Azərbaycan videolarını onu görə bilmirəm valla yani. Olmaya da bilmirəm. Sen deyəsən böyük TikTok hesabın var idi. Var idi ha, sağ olsun Yusuf. Unuduldu ne abi? Yok, niye kaşa 29 nəfər baxır? Niye unudulurmuş? Heç mən də baxmıram. Yəni qabağıma təəssüf ki çıxır, amma çıxanların hamısı ya oyun oynayır, ya giz. Mahnı qoşub yanından güya şeydi da, fonogram kimi oxur. Və milyon like var. Yəni səhv başa düşmür amma orada belə bəyənləsin nə var anlamadım mən. Bir daha burada mahnı qoşan nə olur ki onda?
Ayak koy bir tane. Okey koydum. Novruz bayramında daha çok koyarım. Ne? Düzeldim o. Neye düzeldirsen? Vüqar GTA 3'ü platinumladın. İndi Mafya 1'i platinumunu alıram. Klasik zorluğu bu. Oo, qəşəng. GTA 3'ü platinumladın şeydə. Definitive Edition oldu yəqin. Gözlərin xarab olmadı onu oynayanda yağışlarında. Harda işləyirsən Vüqar? Əvvəllər kafedə işləyirdim. Həm şot yazan, həm də ofisant olarak, ama təəssüf ki artıq 2 ildir işləmirəm. İş yoxdur yəni. Böyük hərflə yazma pan olur yəni. Hə. Sən nəyə əsasən bir ekran kartı xarab olub? Aslında ekran kartı xarab olup mu onu tam bilmirəm. Yəni belə deyim də, bugün dedim Windows'da Adobe Premiere'i açırdım. Açmadı, dondu qaldı. Papkaya dedim bir şeye kopyalamak, bir şey silmək istədim. O da dondu qaldı. Dedim bir tozunu təmizləyim. Açdım tozunu təmizlədim. Gəldim taxtım gördüm eləmir. Kompüterin ventilatorları fırlanır. Yəni böyle səs gəlir. Qoşulur, amma ekran kartı işləmir. Sanki yoxmuş kimi davranır. Çünki şurada taxılıdır, yəni hiçbir şey yoxdur. Niyəsə eləmir, görmür. Ama şeydi de, adın sen de dediğim kimi, yani birazdan xod olsa ya da səhər açacağım içine bakacağım yani. Eğer düzəlsə düzələr, düzəlməsə də onsuz termal pastasının şeylərində dərskəndə orada düzəltdirəcəm. İnşallah düzələr. Sənin ən sevdiyin mafya oyunu hansıdır? Mafya oyunu belə deyim də, böyük ehtimal 2'dir. Amma onu da o qədər çoxdan oynamışam ki, böyük ehtimal 2'dir. 3'ün başlığını oynamışam. Xoşuma gəlmişdi başlığı amma əlbəttə ki, sonrasını bilmirəm. Hamı pisdir, ay belə pisdir, bilmirəm. Mən sadəcə başlığını oynamışam. Başlığı qəşəng idi, hekayəsiz oldu, belə başlanğıcı, diyaloglar, zətlər, nə bilim, ara səhərlər zətlər qəşəng idi. Görək də bəlkə də qabaqdında görəkdən olacaq. Amma 2 hələ ki 2 ən qəşəngidir. Birin orijinalı belə deyim də, siz siqaretə başlamaq istəyirsə, onda oynayın. Amma ki Definitive Edition qəşəngdir. Remake-i qəşəngdir. Birin də öz yeri var, belə deyək. Birinci Mafiyanın da öz yeri var. Çox belə hər kəsin dediyi kimi şaheser zat deyil, amma belə də okey oyundur. Dövrü üçün. Amma günümüz üçün çox köhnə qalan yerləri var, yəni çox adama sasbaş yoldurur. Yəni checkpointlərdə canın yenilənmir. Yəni hansı candan qaydalmısan onunla şey olur. Çox şey var. İşgəncə tərəfləri var. GTA 6 gəlib çıxsaydı canımız qutarardı. Qaqa, GTA 6 gəldi, onun nətər oynayacaq, o da var. Nətər oynayacaq, o da var. Bu ehtimal mən birinci YouTube'dan bağlayacağım o oyunu. Yəni o oyunu durup gözləyəsi deyiləm yəqin ki, yəni çünki GTA 6 çıxıb. Neçə ildir deyəcəm, 2-3 ildir təqdim edir. Biz çoxdan da gözləyirik əlbəttə ki. GTA 5'dən bəri GTA 6'nı gözləyirik yəqin ki. Vüqar 31 fevralda sənə artıq 4090 Ti alacağım. Okey. Biraz da duz alasın. GTA 6 200 mal. Yox, hər şey. Deyirdi, bir xəbər oxumuşdum. Deyirlər ki, $70'dan olmayacaq. Çox olmayacaq. Yəni o standartı aşmayacaq. $70 olacaq. Onlar onsuz da online'dan elə pul qazanacaqlar ki. 2 milyard nədir ki? Təkcə GTA 5'in özü 8-9 milyard gəlir gətirib Rockstar'a. O 2 milyardı qoyarsa bilirlər qoyurlar yəni. Bilirlər ki, daha çox gəlir o için gətirəcək. O 69, bəli, $69.99 sent, 70 deyil yəni. O illüziyasını həmişə daha az yazırlar. Teldən oyun videoları çəkəcəm. Deyim ki, Alone in the Dark'ı oynamaq istəyirəm məsəl üçün. Sonra Resident Evil'ları bəlkə oynadım köhnələri. Bu 1-2 gün içində ki, boş qoymayacağım YouTube'u ki, video çəkmək istəyirəm. Amma əlbəttə ki, xəyanət idi, neydi bizim bunun adı? O qutarsın, sakit olsun, onu da çəkəcəm. Gedim orada oturup çəkəcəm, atmosferik olsun deyə. Belə. $69.72. O 72 nədir onu anlamadım. 69 anladım ama 72 nədir anlamadım. 70 sentin söhbətim belirlər yəni. Rockstar. Bu arada savvazsa, online'ını ilk dəvəlki bir onun online'ın çox gözləyirəm yəni.
Çünki o şey var ki 5M'imiz adı öz bünyələrinə də düşsə demiş ki, qatdılar. Yəni o RP-ni artıq belə mod yox, əməlli başlı bir oyundakı rejim olacaq. Yəni artıq nələr düzəldərlər onlaynda Rockstar Allah bilir. Yəni bu halı ilə belə şeyə baxıram, co-op ən qəşəng co-op oyundur yəni GTA Online. Hansı şeyin adını sən deyin, co-op oyunda belə missiyalar var. Əməlli başlı GTA-nın öz missiyalarını co-op olaraq gedirsən. Gedirsən, FTB-ci basırsan, oradan bir şey görürsən, ata-ata deyirsən, nə bilim, dəniz altı ilə qalxması, paraşına tulab, yəni belə actionlı, qəşəng missiyalar var. Ha, onu da siz oynamırsınız, o ayrı məsələ. Bizimkiler ancaq şey oynayır ki, parkurda da oynayırdı, heyəstə zadı ki, mən də, məsəl üçün, inşallah kompüter düzəlsin. Çatdakı QTB olanlarla birlikdə xahiş edən mənə şey eləyəsiniz, kömək eləyəsiniz. Mənim heyəstlərim köynədə qalıb. Mən üzərləməmişəm. O QT6 çıxana qədər onu bir aradan çıxardaq, ona bir şey təmizlək yəni. Bir yerdə heyəstləri keçək. Ən az bir 4 nəfər lazımdır mənə. Daha doğrusu 3 nəfər. Onu bir yerdə inşallah oynayarıq. Təşəkkürlər Stalker, təşəkkürlər. Qarın qutabı istədim. Qarın qutabı bu arada mən qarının özünü heç xoşlamıram. Yəni ümumiyyətlə də içalatdır filan zaten mümkün deyil. Başıma silah dayasalar deyəcək yemərəm. Bir dəfə çöldə şeydi qonşu uşaqla gedəndə hətta qəşəng yanında su istəyə zət çıxartmışdım. Bütün doktorluqdaydım. Orada bir dəfə qarın qutabı üstü qəşəng gəlmişdi mənə. Üstdən böyle su mahsat edirlər. Qəşəng gəlmişdi. Pis deyildi. Enhanced yoxsa Legacy? Online oynayırsansa Enhanced Legacy, amma belə yəni çox böyük fərq varmı? Sadəcə daha az yer tutduğuna görə deyirəm ki, yəni Enhanced oynayarsan hecəsində. Amma ən azından biz oynayanda Enhanced'da problem çıxartmışdı. Öz-özünə oyundan çıxırdı, nəmsə server zat tapmırdı biz oynayanda, amma bəlkə sizdə olmayacaq. Ona görə biz Legacy'yə qayıtmışdıq. Anacı il, ilkinci il zat. Məndə Enhanced olmadı. Əgər ki online'da bir problem yoxsa mən də onu yükləyərəm. Çünki o daha az yer tutduğuna görə nətər olur mən də bilmirəm. 90 GB idi mən bilirəm. Amma GTA 5'in özü klassik deyək. 104 müydü, 108 miydi, neydi artıq, bəlkə daha da artıq bəlkə də. İlk çıxanda 59 GB idi, neydi ayollar. Qəşəng yadımdadır. O civarlarda olmaydı mən bilirəm. Sonradan artdı, şişdi qəşəng. Şişdi Rockstar sonra. Belə. 22-35. Özel online kontenti var Enhanced'in. Oldu, onu bilmirdim bu arada. Oynayabilmediğimize göre bilmirdim yani. Bu arada Ray Tracing'i açanda okey yani. Ətrafın zaten kəşf düşməyi çox qəşəngdir. Mən xoşlayıram əks olmaları, amma çox pikselli görsənir. Yəni ultraya qoysan belə pikselli görsənir. Mən onun videosunu hazırlamışam bu arada. GTA 5'i qarşılaşdırma videosu var məndə, YouTube'da var bu arada. Adını tam bilmirəm, bir dəqiqə. Buradan planşetdən baxıram, tam adı nədir? Gidib sonra baxarsınız. Mən buradan yazmışam. Şey qalıb ki, YouTube açıq qalıb ki, mahnıya qulasızmışam. Qulaqsızdım daha doğrusu. Bir dəqiqə. GTA 5 Rockstar GTA 5 yazmışam, Outlast tutuyorum canım. GTA 5 PS3 yazmıyorum. Çünkü bütün PS3, PS4, PC karşılaştırıyordum ben. Ona başka bütün videolarım geldi ha. Ya her şey 2017 model şeydi. Ben 2018 almışdım ama iPad 5. nesildi bu yani. Köhnə iPad. Artık şeye belə, iki kamera girmir, yəni ki, browserdan girirəm ki, sadəcə yorum oxumaq üçün, video izləmək üçün və mahnıya qulaq asmaq üçün, çünki nauşluqları var şuralar. Bana niyə yoxdur bu? Lənət edir, bir dənə şey göstərəcəm, onu mən əsəbləşdirməyim yəni. Video yerində axtarım görürəm. Burada da axtarış şey yoxdur. Neyse, o şimdi taparsınız, siz yəqin taparsınız. Qaqa, sənin videolarından böyümüşəm, təşəkkürlər qaqa, təşəkkürlər, Allah razı olsun, təşəkkürlər. Təşəkkürlər, inşallah əyləmirsən deyək. Bir ildən sonra naşlıqları onsuz da yoxdur qaqa. O ZTZ iPad'lərdə, giriş iPad'lərində belə yoxdur yəni.
10-cu nəsildən, axır dəfə 9-cu nəsildə var idi. 10-cu nəsildən olmadı. Yəni, qardaşım, telefona okey tutaq ki. Tutaq ki, telefonda indi su keçirməcizdə, tutaq ki, okey. Ki, Sony Xperia-da var. Yəni, planşetdən niyə götürsən? Bari bunu, çünki nədir onun adı? Adam belə qəşəng bahalı nauşniki var, ki, qəşəng səs verən. Onu taxır. Bluetooth nauşnik qəşəng bir şeydir, rahatlıq baxımdan, amma şnurlu nauşnikin keyfiyyəti deyil, yəni səs keyfiyyəti. Şnurlu nauşnik çox daha yaxşıdır, çox daha qəşəngdir yəni. Yəni qəşəng atırsan burada, o mənim ki, kapşonda burada kenguru kimi cibi vardı. Qoyurdum bura telefon, qəşəng qulaq asansa gedirdim. İndi lazımdır, donqul almalısan ki, donqulu almalısan ki, onu belə adın səndir. Ən azından o yoldan qulaq asmalıyız, belə deyək. Mənim də donqulum uduza almışdım. Donqulum çox tuxtar, dəqiqəmə səs kəsilirdi. Gələm dəyin qəşəngini alasan. Bu arada, nədə onun adı? O giriş səviyyəsi ki, iPad-lərdə şeydir axı, birinci nəsil Apple Pencil dəstəkləyir. Nədə onun adı? Lənət şeytana. O elə bir şururdan qoşmalısan axı. Mən də deyirəm ki, bunu niyə belə donqul kimi eləmirsən ki, belə taxmağa? Sən demə, iPad-in dərdi başqaymış. O şururun qısasından var, bir tərəfi Type-C, bir tərəfi Lightning olan. 30-40 dollara satır sənin. Aya, səhv eləməmsən bu arada, ya 20 dolar. Yəni, bunu da mı yəni fikirlərsə, bu qədər mi az göstər? Dünyanın ən varlı ikinci ya da üçüncü firması utan ya, bu qədər də simic olmadı hala. Bu qədər də simic olma, yuh yəni. Yəni, Apple çox qəribə firmadır. Bəzi şeylərdə çox yaxşıdır. Bəzi yerlərdə çox yaxşıdır, amma bəzi yerlərdə də elə tuxta şeylər eləyir ki, adam əsəbinə toxunur da. Əsəbə sonra xaşır. Yox, xaş, nə əsəbləşmək? Prosto, anlam verəmədiyim çox şey var bu həyatda, yəni belə. Sanki bir şey qəsdən eləyirlər, yəni belə. Vüqar, baxıram sənə özümü görürəm, dostum deyir ki, ikiniz də oyunlara ancaq deyinirsiniz. Yox, pis oyunlara deyinirəm mən. Bu arada şey də deyirəm, mən nətər deyim, baxdım filan bir qrup var, oyunu xoşlayım, mən də xoşlayım, və yaxın filan bir qrup var, oyuna belə sövür, deyir, mən də sövür, elə deyir. Mən, məsəl üçün deyirsən, Mafya tuxta, Mafya 3 tuxta adından belə deyirəm, mən də oyunu bitirənə qədər bir söz deyəm mənəm. Çünki oyunu bitirməmişəm. Oynadığım yerdəli xoşuma gəlib başlara. Oyunu bitirəndə, onsa şeydir, Mafya triloji olaraq başdan oynamaq istəyirəm bu arada. 1, 2, 3-ü başdan oynayıb, dəyərləndirmə istəyirəm, dəyərləndirmə videosu. Amma əvvəlcə, amma inşallah, bu kanalım düzəlsə inşallah. Silent Hill videosu artıq həqiqətən bitmək üzrədir. Part test Uncharted videosunu qoyacağım. 1, 2, 3, 4. Haqqında danışıram, belə məzmun olaraq danışıb eləyəcəm. Videosunu düzəldib qoyacağım inşallah. Kayıtları var. Bir də birin kaydı yoxdur. Onu da YouTube'dan görüntülərini qoyarım. Problem deyil onu. Lazım olsa təzədən bir doğrayalım. Problem deyil. Orada PS4'də bölümləri açıq olacaq da. Görək inşallah əgər sönməsə öz-özündən PS4. Oradan görüntülər alaram. Problem deyil. İşğal altında Qaçırabaq nə? Qarabağ incələmə nə vaxt gələr? Onu eləməyə çox istəyirəm qaqayı. O gün ki, Namiqə də elədim ki, endirtdirdim Steam'dən. Mən də var Steam'də almışam. O ki, çıxan vaxtı almışdım mən. Çeyrəm 2 dəqiqə sonra oyundan atır o şey kimi, Dark Accord kimi. Niyə bilmirəm, qardaş? Niyə eləməyim olmur? Namiqdə də olduğuna görə deməli oyunda problem var yəni. Mən ilk başda məndə problem var sanırdım. Deyirdim, Dark Accord artıq nədirsə, yəni nə problemdirsə, yəni mənim artıq nə driverlə eləyə bilmirsə, dedim bəlkə eləmədə mən daşmıram. Amma Namiqdə də atdığına görə demək ki, problem. Çünki təzə kontentlərdə gəlib, təzə bölümdən zətlər gəlib, onları oynamaq çox istəyirəm. Bu arada, məncə, sonuncu dalan sən işğal altında deyirdin lan bu arada. Ağlım getdi ona. Məncə ən qəşəng oyunu Azərbaycanın odur. Sonuncu dalan. Çox qəşəng oyundur məncə. Əlbəttə ki, onu düzəldən 1-2 nəfərdir, onun bütçəsinə görə fikirləşmək lazımdır. Məncə qəşəng post davası zat var da bəli boş. Burada adamdan post davası edin. Oyun axırı yadınızdadır ki, Quick Time Event vardı. Walking Dead'də elə dava yox idi, sizin o bəyəndiyiniz. Əməli boş şeydir, əjdaha ilə zatdan danışırdı əməli boşdur. Adamlar kreativ oyun düzəltmişdi, qəşəng idi, mən xoşlayıram. Raideri ki, bəl oynamışam, YouTube kanalda oynayıb bitirmişəm. Hətta bir iki dənə bölüm var, online oynadığım, online da oynamışam.
Və inşallah bir gün yenə oynayacağam. Hətta indi əlim uzanamadı. Məndə PS4 VSS də var. Mənə hədiyyə eləmişlər. Buradan göstərim. Şeyində, qutusunda buradan göstərir. PS3, PS4 yan-yana. Məndə PlayStation 7 var yəni. 3-dən 4-ü bir-birinə qoşdular. Hə, deməli, ikisi də hədiyyə deyəsən, pajaj verir. Məndə pul zat yoxdurlar almağa. Təəssüf ki. 2 dənə oyunum var fiziki olaraq. Yəni içində hard diskində oyunlar var amma 2 dənə də fiziki oyun var. İkisi də hədiyyə dostdur. Biri onsuz da bundle'dı, PS4 Pro ilə bundle'dı. Biri də sağ olsun Savage göndərmişdi. Spider-Man Miles Morales taxan kimi 1-2 saniyə sonra söndü öz-özünə PS4. Çünki termal pastasını dəyişmədi. Bir səs çıxır PS4 Pro-dan. Yəni Sony hava yolları. Mən notebook'un səslərini deyirdim çox yüksəkdə, amma PS4'dan bir səs. Özəl Resident Evil 2-də. Formula 1 maşinidir, əbr uğraş. Hatta bu Miles Morales'ı göstərim. Çox qəşəng oyun deyə Spider-Man 1 ilə Miles Morales. İnşallah 2-ni də oynamaq nəsib olar. Çox qəşəng oyun. Bu DLC də yaxşıdır. Yaxşıdır, yəni en azından bir hekayəsi var, en azından bir şeyi var. Sıxmayan bir oyunda en azından. Və çox da belə saqqız kimi uzatmadan da bitirir özünü. Yəni bugünkü bir çox oyundan daha qəşəngdir, yəni DLC olmağına baxmayaraq. Qaqa bu işdə pul yoxdursa necə dolanırsan? Bizimkilərin sayəsində. Hələ də papa pulu yeyirəm, neyiniyim? İş tapa bilmirəm, yəni iş 2 ildir işsizəm. Mən çöldə də işləyə bilmirəm, özellikle yay vaxtı oldu mu, mən ölürəm yəni. Mən vampir kimi bir şey, mən sizə günəş vurdum məni və salam gedirəm belə. Sol tarafa belə gedir. Qapalı yerdə iş axtarıram, ya fabrikə bir yer, görüm də inşallah. Tapa bilsəm işləyəcəm, görək də. Abi Hitman Absolution'u bəli oynamışam, vaxtında oynamışdım və video çəkmədiyim vaxtlar ola bilsin. Yox. Amma o videosunu çəkməmişəm bilirəm. Səhrada bir laboratoriyaydı, nə idi, sarı paltar. Ora qədər gəldiyimi xatırlayıram, amma bitirməmişəm. Oynamışam amma. Qəşəng oyundu bu arada. Məndə Steam'də var bu arada. Hitman 1, 2, 3, Contracts, Blood Money, Sniper Challenge hamısı var bu arada. Hətta bir dəfə mobildə də Sniper Challenge vermişdi. Pulsuz vermişdi, mən də götürmüşdüm o dəqiqə. Atan alıq nə qədər ödəyir sənə? Mən çox bir şey eləmirəm, onunla pul götürmürüm. Sadəcə bir şeye ihtiyacım olanda deyirəm ki, bir manat 2 manat belə. Mən çox pul xərcləyən adam deyirəm, çox belə gəzib dolanmıram, çox belə nə bilim, kafedə zətdə çox belə, çox yediyim içdiyim yoxdur, daha çox ev yeməyi yiyirəm mən. Amma dedim ki, inşallah işə düzələndən sonra şey eləyəcəm yəni. Həm kompüterimi də yeniləyəcəm, həm də ümumiyyətlə. Hər ay sizə hədiyyələr verməyə çalışsın. Oyun hədiyyələri zaten ya da artıq çox gəlir gəlsə yayımdan dedim ki, mən ən böyük arzularımdan biridir kompüter hədiyyə eləmək. Amma bunun üçün əlbəttə ki, sizin mənə biraz dəstək olmanız lazımdır. Maşın xodlanır, biraz arxadan itələyin. Yayımı paylaşın, daha çox adam görsün, kəşfətə düşək falan zat belə. Sonra videosu da çəkmək istəyərəm, məsəl üçün, xaricdə gedib vlog çəkmək. O, belə nətər deyim, Yaponiyanı gəzmək, məsəl üçün, Norveçi gəzmək, məsəl üçün, oranın tarixini açmaq. O cür videolarda düzəltmək istəyərəm. Həm oyun yayımlarına daim edəcəm, çünki oyun ən sevdiyim fobidir, yəni. Fobi, özdə fobi. Fobi neydi ayolda? Ən sevdiyim hobidir. Zeydə oyun oynamakta heç vaxt vaz keçməyəcəm. Böyük ihtimalle ölənə qədər, son nəfəsimə qədər belə bir oynayacağım yəni. Böyük ihtimal. Oyun oynamağı xoşlayıram. Hələ şeyləri saysaq, oynamadığım oyunları saysaq, oynanmamış o qədər oyun var ki. Mənim üçün oynamadığım oyun təzə oyundur yəni. PlayStation 2-də, 1-də, 3-də, hətta 4-də nə qədər oyun var yəni oynamadığım. 4-dəyə qədər. Təzə oyun çıxması olur mənə. Amma GTA-da çıxsın əlbəttə ki. Xaricə gedib Nvidia gəzmək. Ha, gəzmək. Gedəcəm Nvidia CEO-sun yanına. Deyəcəm, pıt sənin üzrə adam kişi olar ya. Ama 5 minatımı çıxamsa 8 qabaq nədir deyəcəm. Pıt sənin üzrə, bu qiymətdən nədir deyəcəm. Bəs də yapay zekaya verdin də, biraz da bizə ver. Ramı. Salam əvqəli, salam. Salam arası, nətərsən, nə var, nə yox, vəziyyət saat. Nətərsən, nə var, çoxdandır görüşmürsən, görünmürsən.
Allah özündən gülsən. Təşəkkürlər qarşısından baxın inşallah. Sizdən baxın. Papa vaxtlardan izləyizməmişim. Təşəkkürlər. Allah razı olsun. Təşəkkürlər. Niyə xarab olub Bakı Shop denən hədiyyə versin video kart? Çaş o kadar asan olsaydı yani benim abunamaz, baxışımaz, mənə sponsor olmazlar axı. Ha olsalar nə qəşəng, nə dərdim var idi yəni. Eləyərdim. Nə də onları inşallah qabaqda əgər əlbəttə abunazda çox olsa, baxış çox olsa o orta səviyyə notebooklarda alıb hər bayramda deyək də hər il birini hədiyyə eləyərəm sizə. Həqiqətən deyirəm bu arada. Səhv. Həqiqətən Allahın dostu səmimi qəlbdən deyirəm yəni. Səmimi qəlbdən deyirəm yəni Zeydin hədiyyə vermək istəyirəm. İnşallah qismət olsa amma bunun üçün də dediyim kimi sizin yanı paylaşmamız lazımdır. Daha sonra da bəlkə deyirlər ərəb var TikTokda hər kəsə nə bilim böyük şeylər paylayır. Jetonlar paylayır. Bölçə indi gəldi ərəb məni gördü. Əssalamu aleykum və rəhmətullah bir dəqiqə dayan. Nə olar nə olmaz. nə olar nə olmaz deyə. O həqiqətən ərəb oxşadı. Bu nədir lan? Həqiqətən ərəb oxşadı. Zərbəlik. Nəysə, lənət şeytana. Allah'tan gəlsin oradan gəlsin. Tövbədir. Saçım da bu... Başım bir sənətədir. Bura yumrudur, bura belə gəlir. Şey kimi. Ördək dimdiyini oxşur. Burada niyəsə belə şey var, şiş var sanki. Ama yox, eynidir. Niyəsə sosiyanı burada şey etdirirəm, buradan daha çox belə görürsən. Niyə öyle bilmirəm. Düzgün bir yerim yoxdur mən. Niyə video kartı qala biləmsən? Eləməmişəm Scott. Bugün kompüteri açtım, bir şey dondu. Söndürdüm için temizledim, tozunu zaten pamazokla. Sonra yaptım, taktım. Kompüter yanır ama ekran kartı şeylemir, işlemir. Şuruzda takılıdır, her şeyde takılıdır bu arada. Sacin Jeff Epstein oxşuyur. O kimdir bilmirəm ama okey. Göstərəsin sonra. Sənin profilindəki kimdir bu arada? Xarab olmayıb, narahat olmayıb. Yox, şey eləyəcəm, termal pasajınca dəyişmək lazımdır için. Əməli başqa şey təmizlətdirəcəm, şey eləyəcəm inşallah. Amma ayın axırını gözləyirəm. Düzgün, çıxartmamışam ki taxım qardaşım. Çıxartmamışam ki taxım. Sadəcə niyəsə durduq yerdə işləmədi. Bəlkə də bilmirəm, ömrümü tapışır düzgün. Çox bir şey də eləməmişəm. Yəni, mining zat da eləməmişəm. Deyərsən şeydir, mining eləmişəm, onu görürəm. Valla olmadı da. Hans oyna da bu qədər. Oksit yığılıb bəlkə. Bilmirəm valla yəni. Olsun orada şey baxdıracam inşallah. Eğer şey olsa şey olacaq yani. Olmazsa şey olmayacaq. Ay bilən ağarsan. Ay bilən heç belə oturmuşam boş. O qar müəllim salam. Aleyküm salam durur. Nə təzən olmuyor qaqa. Sizdən niyə belə edirəm şey? O vaxtki yayından yadınızdadır. Yəni burada kamera buradan görsən deyə ama arada bir görsən. Düymə bura qədər bağlanır. Belə idi bax. Mən belə otururdum həmişə. QTB stadiyada mən belə otururdum. İndi də qarın çox şey deyil, az deyil amma əlbəttə yığılıb yəni. Əvvəl belə yayılır deyə. O şəklimi görmüşdünüz də. Göstərmişdim sizə 2018-də belə xəmirə oxşuyur əməli başda. Marmalat kimi adam idim o vaxtda. Sifətdə çaynik kimi belə idi sifət. Belə idim yəni o vaxtda. Varatniki düyməli köynəklər vay bəli. Ama indi belə yəni cool takılırım. Neyse. Cavanlığın arada qaldı ayı var. 2016'da, 2017'də qaldı. O vaxtlar oyunlarla həqiqətən əylənirdim oyunlar oynayanda. İndi də əylənirəm, çox az əylənirəm təəssüf ki, təzələrdən danışıram. Çünki o vaxtlar oyunlar biraz daha şey idi. Daha oyun idi. Günümüzdəki kimi sadəcə spesifik verir, get bir işləri gör. Bunu yığ, onu yığ, bunu gətir. Ay, o cür oyunları artıq da oynayamıram mən. Salam qardaş, axşamın xeyir, xoşlanır. Təşəkkürlər Nuriyev, təşəkkürlər Ezəvər, Allah razı olsun. Sənə də xoş seyirlər.
Zamanlığı da, qocalığı da oyunlarda qalır. Bəli, mən oyun oynamayı çox sevirəm. Hətta ki, animasiya izləməyi də çox sevirəm. Yəni, böyüsəm də hələ də animasiya baxıram mən arada bir. Amma animasiyanın da təzələri tuxtadı. Yəni, hər şey tuxtalaşıb. CGV ilə doldurublar animasiyaları. Bu axırda baxmışsınız, mən hətta axıra qədər baxamam ki, dözəlmədim. Bu şey vardı, Toy Story oyuncaq hekayəsində şey vardı, kosmonavt Buzz işıqlı. Onun animasiyası çıxıb C'lərlə, lezbiyankalarla doldurublar. Dəxlisi yox da hekayəyə bir də. Onu qoymasan nə dəyişəcək bilmirəm yəni. Çox gözəl, çox azdasında mesajlar, zatlar verir. İğrənc idi ya, iğrənc idi. Yəni o animasiyada çox qəşəng pişik belə sevləmədi yəni. Belə deyim, kurtarmadı şeyi, animasiyanı. Çox bərbad idi yəni. Kiyosu da axır vaxtda çıxan animasiyalar ən çox belə okeydi yəni belə. Okey. Yəni, əvvəlki şeylərlə qarşılaşdıram, animasiyalar əvvəlki şahesər idi. Disney'in də animasiyaları çox zor idi, DreamWorks'un da çox zor idi. Digər ki, Warner Bros.'da da çox zor idi, amma təəssüf ki, artıq günümüzdə hər şey çox yumuşalıb. Bayaq şeydən yayımı çizdən başlatmalı oldum. Bayaq sual vermişdi, ən xoşladığın oyun hansıdır? Last of Us-dan danışırdım, orada şu vurmaqla, yəni şeylə başqa söz verim, indi onu desəm yenə qısıtlama gələcək. Onu dedim deyə mənə qısıtlama gəldi. Ay şeydir, burada şiddət zat var, abi. Sol tərəfə dolamısınız məni? Camaata danışmağa da mı qoymuşsunuz yəni? Yox yəni. Allah Allah. Bu qədər. Çox əli olan qardaşım hələ durğundur, o oyun çıxan kimi oyun sektora patlayacaq. GTA 6 inşallah. İnşallah qəşəng çıxacaq. Yəni o pis çıxası deyil ki, qarazal. Yəni o oyun onu da qəşəng çıxacaq. Yəni Rockstar Games'dən danışacaq. Yəni o qədər pul xərcləyib. Yəni daha treylerində belə bir çox şey var, detal var ki, o oyun çıxanda çox böyük ehtimal o treylerdən daha qəşəng görsənir. Çünki GTA 5-in ilk çıxdığı və sonraki treylerlərdən bir baxın ki, çıxış oyunları çox daha yaxşıdır. Oyun çıxanda daha qəşəng görsənir treylerlərdən. O böyük ehtimal şeydir. Hələ tam düzəlmiş halıdır. Çünki bəzi yerlərdə, mən deyirdim bunu şeydə, bəzi yerlərdə sifətdə köhnə kimi gəldi adama. Bir çox yerdə çox detallı, çox təbii, sifətlər çox qəşəng, amma bəzi yerlərdə sanki böyle robotluq gəlirdi adama. Sanki böyle tam hazır dönmüş, beta halıymış kimi gəldi. Amma şeydə düzələcək böyük ehtimal o şeydən. Hətta Red Dead Redemption 2'nin də trailerini açsın, baxın iş trailerına. Yəni oyunun içində şeydə Arthur Morgan dəyişikdir, yəni biraz sifəti zaten biraz daha dəyişilib yəni. Daha detallanıb deyədir. Yəni sifətə indi amma daha detallanıb. Mən heç bir yerdə dedim ki, bu nədir? Yəni Red Dead 2 də həqiqətən də belə umduğundan tamamilə tərs bir oyun çıxdı da. Çünki trailerda da həmişə şey göstərdilər. Adın səndə qanun qasağı, ancaq onu bunu ədəlir, onu bunu döyürük filanca. Mən dedim, amma mən GTA kimi bir şeydən yenə şey olacaq, absurd dünya, biz oğlaş olacaq, filan olacaq. Amma oyun çıxandan sonra belə ox gəldi, belə girdi qəlbimə, dedi ki, ala sənə oyun, yəni Red Dead Redemption ki, möhtəşəm bir oyundur, yəni möhtəşəm bir oyundur. Yəni ən qəşəng açıq dünya oyunu ola bilər, şey olaraq, hekayəsinin dərinliyi ilə, zadı ilə. Çox qəşəng oyundur. Yəni missiyalar çox qəşəng, personajlar çox maraqlıdır. Yəni qabağına çıxan eventlər çox təbiidir. Yəni çox belə həqiqətən dünyanın yaşadığını hiss edirsən. Yəni mən nələr görmüşdüm. Hələ də YouTube'da detal videolarına baxırdım. Hələ də təzə şeylər gördüm. Axırıncı dəfə o şeyi görəndə ağzım açıq qalmışdı. Belə ghostlar bir-birinə toqquşurlar şeydir. Buynuzları bir-birinə ilişib belə dalışırlar. Yəni adamlar nələr düzəldi be. Super oyundu həqiqətən də. Çox qəşəng oyundu. Nartok açıq dünya etsə, əgər qəşəng büdcə versələr əlbəttə ki, super olur. Yəni adamların əlindən gəlməyən bir şey deyil. Çox istedadlı şeydir firmada. Red Dead 2 yoxsa God of War. Valla bunlar çox fərqli oyunlarda qadağan. Yəni Red Dead 2 cowboy oyunudur, God of War fantaziya oyunudur yəni. Cinlər, pərlərdən. Yəni hansı janrı xoşlayırsanız. Məsəl üçün şey deyim, basketbol mu daha yaxşı yoxsa futbol mu? Futbol xoşlayan futbol deyəcək, basketbol xoşlayan basketbol deyəcək yəni. Bunlar fərqli oyunlardır. Red Dead 2-dəki açıq dünya detayı God of War-da yoxdur, amma God of War-dakı kombolar, zatlar, seyirlər, mehirlər,
O da şeyde yoktur. Adın sende. Red Alert yoktur. God of War'da şey var. Adın sende. Keçidsiz kameralı ara sahneler var. Oyun başlarının axırına kadar şeydir, kamerada kəsilmə olmur. O Red Alert'də yoktur. Ama dediğim kimi Red Alert'də olan şeyler de God of War'da yoktur. O da fərqli şeylerdir yani. O zövq məsələsidir. Hansını daha çox zövq məsələsidir. Rockstar diz üstə 30 lira məncə Naughty Dog əgər dediyim kimi yaxşı bütçə ayrılsa 2 milyard doları Naughty Dog'a versən nə düzəldər? Yəni adamlar öyle bir oyun düzəldib ki Last of Us ki bugün belə bir çox oyuna şillələyir yəni. Təkcə qrafikdən danışmıram, detal olarak adamlar öyle fizika qoyub ki bəzi şeylərə yuh deyəsən yəni şey var. Mən ilk dəfə bir oyunda dırnaq kiri gördüm. Barmağın izi şeydə, barmaq izi görsəydi bir incələmə videonun düz axırında fikir versə görərsiniz orada. Dırnağın içində bir kiri var əməli başlı, bir də barmağın izi bilinir əməli başlı. Nədir onun adı? Xırda detallarda çox şey var, çox belə detal vardır nə belə. İp fizikası çox zordur belə. Tutub dağıtırsan, qarlı yerdən belə keçəndə qarı süpürüb atır aşağı. Nə bilim, şey deyirsən, bandajla sarıyırsan yarağı, şey deyir, yağış yağanda oradan qan sızır və qolun belə qaldıranda qan belə yox, beləsinə sızır. Yəni onu belə adamlar fikirləşir. Sonra bir yerdə cizdin belə durursan, nəfəs alaraq elə bil. Yanına düşmən gəldə ağzını yumub ki, burnundan nəfəsə səs çıxmasın deyə. Yəni, nələr var ya, danışsaq saatlar çəkər, yəni nələr var ya. İnanılmaz bir oyundur həqiqətən Last of Us ki. Onu Vurğan qardaşına, onu Vurğan qardaş 2004-də düzəldiblər, göründü Red Alert çıxsana. Red Alert 2018-də düzəldiblər qardaş. Last of Us 2-də 2020 oyunudur. Günümüzdəki hansı oyun onun 10% qədər detala sahibdir yəni. Fikirləşən varmı? Oynatılan arasında deyilən əlbəttə ki, bəlkə də var. Amma məsəl üçün, sifət animasiyası özelliklə sifət animasiyası, bədən animasiyası da zordur amma özelliklə sifət animasiyası daha təbii bir oyun görməmişəm Last of Us-dan daha təbiisi. Böyle ən xırda belə göz qırpımı, belə udqunma, ən xırda bir ağız dodaq tərpənişin belə düzəldiblər. Həqiqətən çox, bəzi özelliklə başlıqda o şey yol danışır belə. O kadar şeydi ki belə, ben nətər deyim, çox reala oxşuyur yəni, həqiqətən bir film kimi görsənir. Çox zordur. Yenə nə oldu? Yenə nağardım? Ha, puzzle deyir. Sən olduğunu sübut elə, bayaqdan da, ağarız, nağarmalı, belə mi oynamalı? Bu TikTok məndən nə istəyir? Deyir ki, sübut elə ki, insansan. Elden Ring çox... Elden Ring qəşəng oyundur. Və əgər bu qədər kastımasa adamı, qəşəng oyundur. Mənim problemim oydu yəni, çünki bir çox silah var, bir çox şey var, amma o silahı əldə eləmək üçün canın çıxır. Saatlarla neyini şey edirsən, o məni sıxır. Yoxsa məkan çox qəşəng, stilistikası çox qəşəng, o qalalar, zatlar, arxitekturası çox qəşəng, loru çox qəşəng. Ona heç bir sözüm yoxdur. Döyüşün özü baxır zövq məsələsinə qəşəng, yola verər. Amma dediyim kimi çox qəşəng şeyləri var əlbəttə ki, Elden Ring qəşəng oyundur. O qədər kastlaması daha çox xoşuma gələrdi. Və bəzi belə şərəfsizlik, ki, qəsdən elədiyi şərəfsizliklər olmasa. Vurğan arıqlamısan ha. Ola bilər. Köçərdim bax. Heydar tanıyar bunu. Neyse. Belə. Spider-Man daha çox kasır yoxsa Elden Ring? Spider-Man'də kasmaq varmı ki? Spider-Man'də kasmaq varmı deyə fikirləşim görüm. Yəni yan eventləri görsən, event olaraq əslində, şey də beləydi, Infamous da beləydi. Yəni, event olaraq əslində çox belə detallı bir şey yoxdur. İkinci oyunu saymışam, ikinci oyunun başlığını oynamışam, şeyi bilmirəm. Oyunu davamdan əvvəl çox bilmirəm. Qəsdən baxmamışam ki, spoiler olmasın. Bir dənə şeyə görmüşəm, onsa trailerında göstərmiş, o kərtənkələn dalınca düşürlər, dənizdən uzaqdan gelib olsa çox zor idi o. İnşallah bütün misallar belə deyə dua edirəm, İnşallah bütün misallar elə detallıdır. Yəni, Spider-Man'də kastası belə yan eventlər var da, bir şey yığırsan şeysən, amma için qəşəng tarafı ki, sən Spider-Man oynayırsan. Yerində durmursan, tullanıb düşürsən. Mən şey oynayıram, məsəl üçün, PS2 emulatorunda Spider-Man 2 oynuyordum.
şeydi. Missiyaların 99%'i onu yığ, bunu yığ, bunu öldür, onu öldürdü ama sen Spider-Man olduğu var ya çok lezzet verir. Yani o sade şeyler bile çok lezzet verir sana. Ee, Sen şeydi, akrobatik bir personajsın. Yani Spider-Man yerinde durmayan şeydi. Personajdır. Ki dövüş sistemi de qəşəng. Məncə yəni Batman-dən daha şey, çünki daha çeşidlidir. Yəni daha çox şeyin var, cihazın var, daha çox pryom eləyə bilirsən, daha çeviksən. Batman-in döyüşü qəşəngdir, onun döyüşü ayrı. Onun döyüşü ayrı amma Spider-Man daha çox xoşuma gəlir mənim. Özəllə ki Arkham Knight'dakı o tank davalarını yadıma salanda yani çok sıkırdı oralar hakikaten. Bir müddet sonra çok sıkırdı. Ghost of Tsushima. Ghost of Tsushima qəşəng oyundu. Ghost of Tsushima məncə ən böyük qüsuru məncə açıq dünya olmaqdır. Çünki ki açıq dünya olmasa daha qəşəng olardı məncə. Uncharted kimi linear bir oyun olsaydı çox daha qəşəng olardı məncə. Çünki bəzi bölümlər həqiqətən lazımsızdır. Mən yan missiyaların bəzilərini keçəndə çox sıxırdı yəni. Xəritənin böyük bir hissəsini çapa get. Biri ilə danış, bir də təzədən çapa qayıt ora. Qardaş, bəzi bölümlər arkadaş Death Stranding kimi istirahətdir. Yəni açıq dünya olmasaydı məncə daha qəşəng olardı. Məncə daha qəşəng olardı. Bir də yəni şeydir, Elden Ring'lər kimi belə çeşitli məkanlar da yoxdur ki, yəni belə Yaponiya, köhnə Yaponiyadan danışsan, yəni onsuz da olmamağı normaldır amma yani bir müddət sonra çıxır çünki bütün evlər bir-birinə oxşuyur, bütün məkanlar bir-birinə oxşuyur. Gözəl yerlərdir, mənzərələr çox gözəldir, rəngarəng amma yəni bir müddət sonra adam dəyişiklik istəyir, yəni insan istər-istəməz istəyir yəni. Və o cür bir xəttə səni boş aparanda istər-istəməz adam bezir. Döyüşü qəşəngdir, amma o döyüşü şeylərə qədər çox yol gedirsən. Bəzən, həmişə yox, bəzən. Bir də bəzi problemlər var, onu incələmə videomda demişdim yəni onlardan demişdim. Amma opsiya olaraq bəyəndiyim bir oyunda qəşəng göründü. Ghost of Yota'yı oynayaram mı? Bəlkə, inşallah, bəlkə. Şey deyirlər, Elden Ring fasal olub ki, belə xəritədəki eventləri görmək deyib, ətrafa gəlib baxmalısan, özünü tapmalısan. Görək, inşallah qəşəng olar, görək də. Epic təzə verdiyi oyun necədir? Disco Elysium deyəsən. Valla mən adını eşitmişəm, deyəsən özüm də görmüşəm, amma oynamamışam, inşallah oynayaram. Red Dead 2 oynamışsınız. Bəli, oynamışam. YouTube kanalımda var. Hətta bir-iki bölüm online da oynamışam. Oynayıb bitirmişəm, bir baxa bilərsiniz. İnşallah başdan bir də oynayacağım. Vaxtı gəlir və bütün yan missiyalarını görəcəm yəni. Hər şey pulsuz da oyuna geçsin. Ha da şeydir. Pulsuz oyun verir qardaş. Ne olur olsun ki atın qalsın da kitabxanamızda. Sizin nazisi ziyanı var. Bəlkə qabaqdan qoydurum görüm bu nətədir bir dediniz bəlkə. Olar yəni. Yəni oynamamsınız deyə o demək olur çox pisdir yəni. Nə olsun şeydir. Hər şey mütləq realistik qrafikli mi olmalıdır? Hər şey yəni ancaq qrafikdir mi bir oyun yəni? Bir oyuna bir girin baxın bəlkə xoşunuza gələcək. Mən vaxtında də dedim Vampire Survivors görəndə. Okey, belə də yəni sadəcə gəzirsən deyirdim amma törüb mən planşetə oynuyordum. Girəndə çıxmaq istəmirdim o oyundan. O qədər sarırdı ki adamı. Yəni bir dəqiqə bunu da açsın, bu qədər da yığım, bunu açsın da deyirdim. Yəni çox sarmışdı. Dəhşət. Mən hər şeyini açdım oyundan. Bir dənə şey açmadım. Düşmənləri gücləndirməyi açmamışam. Onu da qəsdən açmamışam. Pulum var yəni içində. Yəni belə yəni bu şeydir. Hər şey mütləq realistik qrafikli olmamalıdır. Yəni çünki olmasın da yəni hər oyun realistik olası deyil ki. Oyun da olmalı yəni. Minecraft məsəl üçün sizin xoşladığınız Minecraft. Minecraft'ın qrafikləri realistikdir mi? Deyil. Amma Minecraft dünyanın ən çox satan oyunlarından bir də bəlkə desən ən çoxudur. Ən çox satan. Əvvəl Tetris idi, deyəsən onu keçdi. Yəni deyən qrafik hər şey deyil. Qrafik vacibdir əlbəttə ki, amma çirkin olmamalıdır. Ki Minecraft çirkin deyil mənə görə. Minecraft'ın öyle qəşəng şeylər düzəldirlər ki, rənglər, özəlliklə RTX versiyası ilə adam heyran qalır. Amma yəni deməsəm ki, əsas oyunun özüdür yəni. Əlbəttə realistik qrafikli onlar olsun, amma ən vacibi o deyil. Ən vacibi oyunun özüdür. Məsələn, Death Stranding. Qrafiklər çox qəşəngdir. Amma oyun deməli aslında. Oyun belə deyil, sumo simulatoru. Ben oyun oynayandan qabaq da dedim sumo simulatoru. Oynayanda da dedim, yəni dedim sumo simulatorudur. Veş daşıyırsan prosto.
Yani niye? Çünkü yapan oyunudur. Yani mutlak farklı olmalıdır. Mutlak şey olmalı. Qeyri-adi bir şey olmalıdır yani. Baxırsan dünyasına naməlum varlıqlar dünyanı ələ keçirir, yağış yağır, nə bilim, hər kəs qocalır filan. Görürsən ki, burada nəsil çıxacaq, Silent Hill səviyyəsində bir şey. Oyuna girirsən 5 daşıyırsan və bir də L2 basıb saxlamalısan belə. Bir müddət sonra Allahın dostu bu barmağın arası elə pis görünür ki, bunu saxlamaqdan belə. Ki bir də bir yerdən çıxanda stresslə belə basıb saxlayıb belə. Adam şey eləyir yəni, niyə mən 5 daşımalıyam, niyə çumoluq eləməliyəm? Mənə nə qatır? Heç kəsi də zibil kimi deyir, oynadığım yerdən deyirəm. Sanki mənim ən nifrət elədiyim, o ki, Metal Gear Solid incələməsində də demişdim, şey də elədi. Nə deyir o zibil? Semidi də, deyəsən o ki, baş qəhrəman. O da elədi, böyle, ancaq böyle bu olur. Güyəndə bu dərin adamdır, güyəndə bu dərdi zadım var, böyle olur. Ancaq budur yəni, başqa hiçbir şey deyil yəni. Bu da mı yani? Bu da mı değerli hiç şey personaj sizde? Yani Wukong şöyle hiç hoşlamadım. Ha Wukong Black Myth Wukong bilmiyorum oynamamışım ama Souls-like de deyirlər, bəziləri də deyir Souls-like deyil. Ne valla. Oynayaram bəlkə qabaqda. Daha güclü bir kampanya. Çünkü optimizasiyası yaxşı olmadığını eşitmişəm. Daha güclü qabaqçı kampçılar artık içərisinde 1 milyon zat alanda kampçılardı. Orada şey eləyalım inşallah, oynayalım. Wukong'un temasının bu neydi Allah? Batıya yolculuğu idi. Neydi belə bir şey var. Çin nağılı var. Onun dizi filmi vardı uşaq vaxt. Deyəsən TGRT-dən ya da TRT1-də zaten verirlər. Ben ona baxırdım. Maraqlı idi. Qəşəng idi. Mən Çinlərin ümumiyyətlə filmlərin zadını da xoşlayıram. Məsələn o şey var, Shaolin komandası, Kung Fu Sokazat var. O komediyalarını çox xoşlayıram Çinlərin, çox zordur. Hindistanlıların komediyasını da xoşlayıram. Yəni belə absurd şeylər, hər dəfəsində desən daha nə qədər qatıqlayacaqlar, daha betər deyirlər. Mən əylənirəm onların filmlərindən. Biz çoxunuzu Hint filmlərini xoşlamırıq, mən xoşlayıram. Musiqiləri də qəşəng olur. Onsuz da sıxmır yan adamı. Deyirsən ki, bu dəfə nə ciddi şey göstərəcəklər. Baxırsan olur yani. Hətta bir gün yayımda istəyərəm sizdən bir yerə baxmağa. Bir dənə Hint filmi vardı, adını bilmirəm, çox heyif bilmirəm, onu ilə baxmaq istəyərəm. Köhnə filmlərdən biridir, belə biri tarlada işləyir, traktorla seyir də, işləyir. O biri belə sanki yerdə gangster kimi digər traktorlar sarıyır ətrafı, bu başlayır suyu belə döndürüb, üstlərinə fıskırır. Sonra Versamet kimi traktoru belə kaldırırsan, ölmüşdü və gülməkdən. Çox qəşəng idi, onu mütləq baxmaq istəyirəm oradan. Hindistan Batman. Haydi ona namiklə baxmaq istəyirəm. Belə də oynayır oradan. Batman. Zor idi məndə. Ona namiklə baxmaq istəyirəm. Zorla baxdıracam ona. Ders kimi, adın sən deyil. Clockwork Orange filmindəki Stanley Kubrick'in gözünü belə açıq qoyub baxızdırırlar, işkəncə videolarını izlətdirirlər. Qutarmadı bu serial. Bir gün orada peçin yanında oturup qızınıram. Eşidirəm də istər-istəmez. Allaha and olsun bir cümləni 5 dəfəyə uzadırlar. Şey deyir. Çıx get buradan, yox getməyəcəm. Falan kəs. Sənə demədim get buradan, yox getməyəcəm. Axı mən sənə dedim get buradan, yox. Allahın uzun məzələmirəm, həqiqətən belə ada diyaloglar. Tuxtanın tuxtası, yəni daha da bir ata ocağını şamla axtarıram. Ata ocağını şamla axtarıram kişi. Nə bilim, xəyanətdir, nə zibildir, bilmirəm valla. Bezmişəm, yəni bu mənim lənətimdir, yəni mən nəyə xoşlamırsa qulağımın dibində olmalıdır. Məsələn, xoş qədəmi xoşlamıram, Xəzər TV xoşlamıram, bir Əstolovqa yanımızdadır Xəzər TV. Zarafatlamıram ha. Neyse. Azərbaycanda lənətli film və seriallar o. Azərbaycan qorxu filmi var idi, bir ya da komedi kanalı. Şakasını bile yapma. Eləmə. Don't do this. Komedi kanalı. Mənə telif satatlar bir də. Ay sən təhqir eləmişsən zat deyələr.
Komedi kanalına bağlı fikirlərimi deməyim. Komedi kanalı falan. Hə, baxmışıq. Bir gün şeydə baxar mı yayında inşallah kompüter üzərində? Twitch'dən baxar mı ya komedi kanaya? Bəlkə mən ön yarğılı davranıram. Bəlkə sizlə bir yerdə baxanda ləzzət eləyəcəyim. Bir dənə belə ən favorit bölüm hansıdırsa, belə ən çox gülünən, ən çox sevilən bölüm hansı, ən qəşəngi belə qaymaq. Qaymağını belə seçərsə ona baxarıq bir gün. Ənvər Tərifat. Hə, baxmışam. Fəryada baxırdım bir ara. Ha, Fərdaya, ha. Fərda bir vaxtlar mənim ən sevdiyim aktyor idi. Allah'ın olsun. Özellikle təsəvvür, Space TV-də təsəvvür vaxtlarında ölürdüm gülməkdən. Yəni mən həqiqətən onu ürəkdən güldüm. Tam mənli idi yəni, tam mənli. Çox səmimi idi və çox gülməli diyalogları vardı, monoloqları vardı daha doğrusu. Amma heyf ki o da dəyişdi. Yəni özünü Cem Yılmaz'a oxşatmağa çalışdı yəni və çox bilinir daha oxşatdığı yəni. Dekorasiyasından zadından tutub danışıq tərzində. Ya qardaş, sənin öz tərzin var idi, Fərdanın öz stili var idi. Öz stili var idi və çox qəşəng idi. Mən məsəl üçün çox düşük bütçəli olmağına baxmayaraq Toy kino komediyası var 2005. Şahəsər filmdir mənə görə, şahəsər filmdir. Yəni o filmin belə sevgi ilə çəkildiyini hiss edirsən də belə. Həqiqətən də olur o filmi çəkmək istəyirlər, bunu hiss edirsən. Düşük bütçəli olmağına baxmayaraq, kamerası idi, mikrofon çevirib pis olmağına baxmayaraq film şahəsərdir, çox qəşəngdir. Mən ilk dəfə xatırlayıram, qonşudan kaseti alıb evdə baxmışdım, ağlayırdım gülməkdən. Həqiqətən ömrümdə o qədər gülməmişdim. İndi Cem Yılmaz da, bəli, indi Cem Yılmaz'a bənzədir və ayrıca Cem Yılmaz da artıq o qədər güldürmür. Və bu arada sizi bilmirəm, mən Cem Yılmaz'ın bir dənə filmdə gülməmişəm. Şeylərində stand-up şovlarında çox gülürəm. Stand-uplarında o şeylərdə. Stand-up elədiyi şeylərdə çox gülürəm. Amma filmlərində bir dəfə belə gülməmişəm. Nə Qorada, nə Arokda, nə şeydə, Yaxşı Batıda. Pis filmlər deyirlər bu arada. Pis filmlər deyirlər. Qəşəng filmlərdir amma çox belə qəhqəhə ilə güldüyümü xatırlamıram niyəysə. Şey də elə idi. Vaxtında komedi dükkanı vardı Tolga Sevik. Bayılırdım ona. O komedi dükkanı çox qəşəng idi. Çox qəşəng idi. Amma onun filmlərində məsələn gülməmişəm. Amma komedi dükkanında həmişə gülməkdən ölürdüm mən. Özellikle o restoranın evlətdiyi yerlərdə çox çox ləzzət edirdi. Çox qəşəng idi amma yəni Vüqar komp Baku var, qəbul edim, danışırsan. Nəyini danışaq? Oxuyub danışaq, danışmağına. Sponsor uzatsa oxuyum, mən razı yəni, problem deyil. Niyə də yox, bəlkə elə bu şey olmağının bir işarədir bu. Nəysə, yəni şeydir, problemini de deyərsən. Hə, təmir, bu arada ki, bildiğimiz təmir yeri var, belə termopasta dəyişilən, təmir zadı olunan, yəni belə 28-də zaxda bir yerdə yəni belə. Mən çünki çox tanımıram deyə. Vüqar orada gündüzdür, Amerikaya köçmüsən. Gündüzdür. Şeydən danışıram. Sirat körpüsündən danışıram. Bəli dostlar, AI videoları var ya. Evet arkadaşlar şey yapıyoruz. Çoraplarını da yandan elbette ki. İki ışığı yandırmışam diye pozlaması çok telefonum. Biraz azaltsam şey olur. Ama sonradan itirdi öz-özünə. Belə. Yəni əslində dağ tərəfi görməsəz yaxşıdır. Aboylar itin günündədir. Çoraplar da göstərirsiniz odur. Qəbul edeyim, yes. Yes, qəbul edin. Görmə deyirlərdi. Vüqar bayaq canlıda biri çıxdı, telefonda GTA5 oynayırdı. Olabilir. Artıq telefonda düzdürsə ilə oynayırdı. Winlator emulatoru var. Windows'un emulatoru. GTA5'də cəmaat RTD-dən saat oynayır telefonda. Hə, artıq batareykanın çox şeyliyi, çox qızır falan. Hələ ki tam hazır deyil, amma oynanar. Əgər çox məcbur qalsan. Ay bəli. İzlədiyin kanallar var. Daha çox şeydir. Oyun tarixi ilə bağlı bir şey öyrənməsin. Video hazırlayanda şey materiallara bir şey öyrənməsin. O tür şeylərə baxıram. Rusların kanalı var. Stop Game kanalı var məsəl üçün. Oyun incələməli, oyun xəbərləri. Sonra
şey var belə Volkan Manav var məsəl üçün şeydir. Telefonla zaten danışır. Sonra biri vardı. Volkan Manav yoxsa başqasını deyəcəkdim ama o da var o ayrı. Takip elədiyim diyor. Sadəcə baxıram. Ayhan Tarakçı var məsələn. Elmi videolar çəkir. Kosmosdan bağlı, şeylə bağlı, planetlərlə bağlı. Sonra məsələn Ruhi Çenet video çıxardığında baxıram ona. Arada bir çox nadirən şeydir. Şeyə baxırdım, Evrim ağacına baxırdım amma çox uzun müddətdir baxmıram. Nə videolar qoyula bilməm, girib baxaram. Ya belə videolara baxıram daha çox artıq. Oyun videolarını oxuyur, sonra artıq Amerikalılardan zaten. Sonra videoları qabağıma çıxır. Bir baxıram hamısına. Sonraki videoları AI mimləri çox zordur yəni. Çox şey irqsi belə deyəcək, ofansif şeyləri var, videoları var. Məlum rəssamla Michael Jackson zat deyirlər bir-birinə zordur. Oyun yaratmaq istəyərəm, özü də çox istəyərəm. Unreal Engine-i qurmuşam, videolara baxıram. Bir dənə mobil oyun, təkərlə oynanacaq mobil oyun düzəltmək istəyərəm. Çünki ondan qəşəng pul gələr. Amma fikirləşirəm nə düzəldim. Amma təkərlə oynanacaq oyun. İlk başda oyun düzəltməsində birinci sadə bir şeydən başlayır. Çünki onsuz da bütçəniz azdır. Yəni bir nəfər ancaq o cür bir şey düzəldəcək. Boşu-boşuna özünüzü yormayın yəni. Daha çox pul gəlsin deyə mobil oyun. Bu dəqiqə mobil sektor. Mobil sektorda pul zibil kimidir. Əgər qəşəng bir oyun düzəlsə tutuzdursanız çox qəşəngdir. Çıxıb yəni. Yox, olan şeydir. Can sağ olsun. Gələn dəfə inşallah. Təzə gələnlərə də salamlar, nətəsə tamamlayıq. Anal qatıldı? Ha, okey. Əli salamlar, nətəsə tamamlayıq. Ha, bəyəndi yazdım, qatıldı yazdım. Yenə də salamlar. Belə. İnşallah düzələr deyə dua edirəm. İnşallah düzələr. Arxa tərəf ağdı deyə seyir zadı görəmirəm. Belə eləyim, qoy. 63% var hələ, var hələ. 23.19. Ha, 23.19. 23.19. Sevimli canavarları izləyənlər də bilərlər. 23.19 kodu vardı, həyəcan kodu. 23.19 şeydi. Yazda qırxırdılar, şey deyirdilər. O qədər nətəsə, şükür Allah yaxşıyam, sən nətəsən. Onur salamlar, nətəsən, nə var, nə yox, təşəkkürlər dəstənçilə, Allah razı olsun. Belə. O zor animasiya idi. İkincisini çox pis deyirlər, amma ikincisi də pis deyil, düzdür. İlki daha özəl idi, amma ikincisi də qəşəng idi, məncə pis deyil. Əyləncəli bir şey idi. Bəzi də belə məntiq səhvləri də vardı. Yəni birinci filmə tərs düşən məntiq səhvləri, amma yenə də əyləncəli idi. Öp başının üstünə qoy, yəni. Günümüzdəki animasiyaları saysaq, öp başının üstünə qoy. Vaxtında şeyə baxanda, bu Frozen vardı, Karlar Ülkəsi baxanda ikinciyə özəllə, meh demişdim, amma indiki animasiyalarla qarşılaşanda şahəsər oldu. Mən Karlar Ülkəsində bir dənə şeyə görə baxmışdım, Norveçə görə baxmışdım. O mənzərələr zaten qəşəng idi. Bəzi başqa şeylər var o ayrı. Amma indi artıq gözümdə böyüdü. Yəni belə nətə deyim, pis olmalısı yaxşının qədrini bilməlisən deyirlər. Yəni o vəziyyətə gəldi çıxdı yəni. Red of Healer izləyən varmı? Birinci dəfə düşdüm. Bu arada bir dənə animesi önərə bilərsinizmi? Yayımda baxarıq. O Heydərin baxdığı şey vardı, anime vardı. Neydi? Allah onun adı. Lənət şeytana şey. Ayda dilimin uzunda deyil. Bir dənə belə qəmli bir animedir özdə. Allah şeytan lənət eləsin. Böyle qəşəng hekayəsi vardı. Mən YouTube'dan məzmunundan qulaq asmışdım. Haqqında danışırdılar. Analiz videosuydu. Neydi o animenin adı? Lənət şeytana. Heydər burada olsaydı deyərdi. Mesela qılıncı da vardı belə yeşər. Şey. Kaç mıydı? Neydi adı? Yok. Redere mobil çıxıb yeri var. Redere Netflix abunəsəniz də pulsuz deyil. Netflix'in öz proqramından indirə bilirsən. Vulgar Infliction oynamışsan? Yox, oynamamışam. Amma oynamaq olar.
Baxaram üstün görüm nə yoxşur, ondan sonra oynayaram. Əleykum salam Süleyman Nətəzən nə var, nə yox Süleymanova, daha doğrusu. O kadar BF4 başlayarsan, başlayalım inşallah bu arada. 3'ü bitirmişəm, 4'ü də bitirmək istəyirəm. Mən inşallah incələyəcəm. İnşallah 3'dən ən azından daha yaxşı bir ssenarisi var deyə dua edirəm. 3'ün ssenarisi bir dəqiqə yadımdan çıxır. Nə idi, nə dördü, baş qəhrəman kimi deyil, heç yadımda deyil. Ki çoxsuz tərifiniz belə zorladır. Belədir. 4 inşallah daha yaxşı olur. Ən azından Azərbaycan var 4'də. Trailerında görmüşdüm. Görək bizi niyə düşmən eləyiblər. Görək bizlə niyə dalaşır Amerikalılar, görək də. Mıştıllaq nədir lan? Ya mıştıllaq yazmışam bura mən. Muştuluq yazmaq istedim, nə mıştıllaq? Mıştıllaq nədir bir dəqiqə? Göstərmir mən dadı. Ondan sonra nə qədər elə yazıldı? Oha, görə dəyişəm o. Bir bu qalmış deyiləm. BF4'ü bugün bitirdim. Hoşuma geldi mi? Scott. Neyini sen söyle? Ben size söhbət yanında 3-cü kompüter, daha doğrusu ekran kartı deyəsən komaya giribdi. İnşallah təmirdə düzələr deyə dua edirəm. Görək də inşallah ayın axırında zatda təmirlətdirəcəm. Görək nə olur. Doğdu mu bitirici? Çətindir ki o kadar. Zülüm idi, sənin günüme düşmüşdüm. O kadar çətindir yani. Oha. Bəlkə veteranda zatda olurdum, bir gülə ölürdüm. Yayında bitirdim, qaşay, qaşay. Onu YouTube'a koy, baxaq da görək nə. Nə duyarmaydı? Boğazım kurdu sayanı. Ben kursdan getirmemişim, süzmüşəm mal kimi qalıb orada. Neyse. RTX 3058 GB idi. Var da kanalda canlı yayında bax. TikTok'dan canlı yayına baxma olmaq təşərrarına. Mən bilən. Bir dənə özün baxa bilirsən. YouTube'un varsa onu da atarsan baxarıq oradan. Animasiya tövsiyə elə də köhnələri tövsiyə eləmə. Təzələrindən, təzələrinə bir baxdığım olsa Spider-Man Across the Spider-Verse var ya o. Into the Spider-Verse'in davamı o. Sonra ama çox köhnələri olmasın da, yəni da bu il çıxanlar zatlar olmasın belə deyək. O kadar çünki onlarına baxmamışam. Məsələn şey var. Kakraz yeni ildir. Ailə ilə bir yerdə rahat oturup baxacağım bir animasiya var. Klaus. Netflix'te var idi. Çok güzel animasyon. Sade ama çok qəşəngdir. Animasiya stili də çox zordur. Sonra təzələrdən nə var? Valla fikirləşmək lazımdır. Bilmirəm, valla gələ baxaq. Gələ bir yerdə baxaq. Gələ bir yerdə baxaq. Bu il olmasın, fərqi yoxdur. Neçənci il olmaq? Valla çox var yəni. Elə oyun bozar rəfa baxmısansa əgər, baxmamısansa əgər o. İkincisi Mehdi ama birincisi çox qəşəngdir. Sonra şey var, ben nətər deyim. Niyə sağlıma gəlmir ola? Niyə sağlıma gəlmir? Lego'nun filmi məncə çox underrated bir filmdir yəni. Bizim ölkələr nəzərdə tuturanlar. Normalde Lego filmindən baxmaz ama o Lego'nun ilk filmi çox qəşəngdir. İkinci də okeydi ama ilk filmi çox daha qəşəngdir. Çox qəşəngdir. Sonra Rapunzel'in animasiyası, Metal Gear demiştim 2010'da. O da çok zordu. Eğer musical hoşlanmırsansa o ayrı mesele ama mahnılara çekirsənsə, qulaqsızsansa o çok qəşəng animasiyadır. Sonra ne var idi? Allah şey vardı. 2007'deki Ninja Kaplumbağalar çok qəşəng idi məncə. TMNT. Sonra ben nətər deyim, türkçəsi Köftə Yağmuru var, o çok zordu. Biri və ikisi. Sonra çoxdur valla. Atacağım yayın təşkillərini atacağım bunu. Oradan gelip bakarsınız.
Vokal kompüterin düzelse oyun öneririm. Robot 96 mükemmeldi. Animasya oyunu hikayeli çok tane de ki. Olabilir, olabilir. İnşallah yadımdan çıkmazadır. Yani açılanda şeyi oynamak istedim bu arada. Adı siz deyin bu Silent bitirenden sonra elbette şeyin videosunu bitirenden sonra o Twitch'te onun şeylerini silip kayıtların yer asılsın. Şeyi oynamak istedim. Adı isteyin. Assassin's Creed Valhalla oynayıp incelemek istedim. Görək də. Yana düşdü neyse. Neyse qal orada. Sonra götürərəm. Allah bir Kriston orta açım. Bu qədər San Andreas oynamsan. Allah Allah. O ne tər oyundur? Yapon oyunu nədir öyle? 2.7 diye Steam'də. Okey, bakalım. Çox qəşəng oyunlar endirimdədir. Alırsız, alın Steam'də. Baxarım şeydən sonra. Adın səndə yayından sonra. Telefonda görsəm oyunda bu arada. Heç ona baxmamışam. Ama telefonda onlara baxma olur mu? Böyük ihtimallar yani. Sonra yenə qədər heç ağlıma gəlmir bu. Telefonda oyun almaq olur mu görsən. Epic Games'da pulsuz oyunlardan xəbərim var. Valla bu bir oyun götürdüm ki Disco Elysium. Qəşəng bir şey yoxdur ama oynamamışam deyə bilmirəm. Adını eşitmişəm sadəcə. Bir də deyəsən üstdən göstərdi səhv eləməmsə. Hətta onun ikincisi də vardı mən bilən. Görsənir bax bir dənə istəyirsən. Ha, şey baxarım inşallah, baxarım. Bu qəlbəs Manhunt. Manhunt'ı birincisinin başlığını oynamışam. Yəni tam belə şey eləməmişəm də bitirməmişəm. Çox şeydir, qanlı oyundu yəni belə. Qanlı, çox şiddətli oyundu. Hətta belə əzabla öldürürsən düşmənləri. Biraz belə həddindən artıq mı əzablıdır deyə. Yəni çox şeydir. Çox realistik yolla öldürürsən. Yəni Mortal Kombat'dakı kimi deyil yəni. Çox daha qəddarlıqla öldürürsən. Biraz şeydir. Ona görə də bir çox ölkədə qadağan oldu bu oyun. Amma oynamağa dəyər əlbəttə ki, mən onu onsuz da yayında oynayıb bitirəcəm inşallah. Vaxtı gələndə onları oynayacağım. Ki Rockstar Games'in o kadar oyunu var ki sizin bəlkə də bilməlisiniz. Warriors oyunu var, görmüsünüz heç? Beat 'em up'dır. Sonra şey var, nədir ala? Smuggler's Run var. Onun aslında GTS videosunda gəlib göstərdim ama niyəsə şey eləmədim. Onlardan sonradan xəbərim oldu. Təbii videonu düzəltmişdim. İnşallah Vice City videosunda olan kayıtlarını almışam. Vice City videosunda inşallah şey edəcəm, qoyacağım. Silent Hill qutaran kimi Vice City'yə başlayacağım, narahat olmayın. Uncharted'ı da şifalı olaraq düzəldəcəm, o ayrı. İnşallah şeydir, Vice City tavsiyəsi gələcək qismət olsa. Ama inşallah kompüter düzəlsə, görək də. Yanvara kimi pulsuz verirlər bəziləri. RDR verərsəncə. Valla RDR verərmi bilmirəm. Ola bilər, yəni niyə olmasın, ola bilər. Bəlkə də. Çok sanmıyorum ama görək də. İnşallah verir. Allah ağzından eşitsin diye. Ne bileyim, inşallah. Biri versə, biri də versə daha az olurlar. İkinin yanında biri də versə belə. Kəsində elə bir oyun olmalıdır. RDR biri götürüb 50 dollara, şeydə 39 dollar demiş deyəsən telefonda. Netflix abonəliyin yoxdursa 39 dollara zada alabilirsən. Qardaş, okey yəni qəşəng oyundu ama 2010 oyunda 15 illik oyunda, hatta 16 il olacaq az qala. 16 illik oyunu da o kadar bahaya satmadı ağada. Port eləmişsən, remastered belə deyir, port eləmişsən. Teksturasız adını da dəyişməzsən. Mən şey fikirləşdim ilk başda. Remastered ama deyil, sadəcə portdur yəni. PS3 oyunu port ediblər. Yuh yəni. GT4'ü də çıxardım, onu GT4'ü niyə çıxarmışsınız? Çünki GT4 PC-də belə gündə işləyir arada. Ona görə də şeydir yəni. Ona görə də əldə telefona çıxmıyor yəni. O ne GT5 motoruyla. GT5'in motoruyla təzədən düzəldirlər GT4'ü. Onu da bəlkə düzgün işləyən. Ha GT5 də çıxartmaq olar ha telefona. İstəsələr çıxardarlar, nə də olsa PS3 oynudur. Vüqar nəsən? Aleyküm salam. Oo, salam Hüseyin, nətərsən abone yox. Mən yaxşıyam, şükür Allah, sən nətərsən? Ekran kartım fıt olub. Görə indi düzəldilər inşallah. İnanırsan vaxtım olmur. Valla yani
Jack məni səslə. Yox, səsdə bu şeydə elə biraz söhbət yayımıdır. Şeydəyim, telefondayım, kompüterdə deyiləm. Telefondayım, indi birazdan şey eləyəcəm yəni. İndi birazdan olsa yarım da bitirirəm. Sadəcə 20-32 dakika gözüm ağrıdı ekrana, belə ağ ekrana baxmaqdan gözüm də ağrıdı. Alamırtdaşlar. Şeydə inşallah kompüter düzəlsin gəldi. İnşallah vaxt eləsən bir gün şey oynayaq, bir yerdə bir şey oynayarıq. Adın səndə. İnşallah sən də bir kompüter al. İndi demeyim deyirəm ama o 4000 manatlıq telefonu almaqdansa bir dənə gözə kompüter alardın. CSS da oynayardıq bir yerdə. Bu arada nətər geyir o telefon? Qəşəngdir mi hələ də? Bataryakasından zəifləməyib. İnşallah olmayıb bir şey. S24. Mən şeylərə baxıram kamera qarşılaşdırmasına. S25-dən daha yaxşı deyir. Niyəsə S25-in sensoru daha şeydir. S24 Ultra'dır. Niyəsə S25-in sensoru daha balaca gəldi mənə. Belə duzlu zadı çəkirlər belə yaxından makro. S24'ü çox daha detallı görsənir. Amma S24'ün bir dənə qüsuru var ki, Avropada Exynos'dan verilir. Və mən Exynos'a nifrət edirəm təəssüf ki. Yox, tutamır. Niyə dərsin? Niyə dərsin? İnşallah gələn dəfə 5000 manatlıq telefon alırsın. 5000 manatlıq telefon var burada görsən. Yəni 4000'ə görmüşdüm. iPhone-la qatlana bilən o şeylərlə Samsung. O qatlana bilən telefonda nə var bu qədər şişiriləcək anlamadım. Yəni niyə bu qədər tutdu mən onu anlamadım. Çox şey də görsən belə qat yeri görsən plasmas oxşur telefonun ekranı. Nə bilim vallahi. Bu qədər mi vacibdir belə qatlanmaq yəni? Planşet ondan daha yaxşı. Planşetə həm daha ucuzdan daha yekə ekranı var, daha şey yəni. 10.000 manata telefon. Şey demirəm belə özəl qızıldan onların demirəm şey olaraq. Sadə telefon olaraq yəni. 10.000. 10.000. Biraz dəstək olun biz də alaq da 10.000 manatlıq telefon alaq. Biraz da Hüseyin məndən bəzələsin. Nəsə 10.000 manatlıq telefon almışsan zat desin yəni. Vertu 10.000 alır. Amma Vertular da belə şeydir, sadə telefonu deyəsən, hə, belə bildiyim qədərilə. Yəni əvvəlcə ən azından şey, köhnə Nokia kimi idi. Məsələn, mən o qədər pul vermərəm telefonu. Niyə verim ki, arkadaş? O qədər telefonu qulağına qoyub danışırsan, maksimum 2 ildən sonra bezəsən yəni. Təzəsini istəyəsən. Niyə 10.000 manat verim ki telefona? Lənətli iPhone'lar 5.000-6.000 manat. İndi iPhone-u məsəl üçün seyini fikirlərsən. Prosesor zadı güclüdür, yaddaşı güclüdür, kamerası yaxşıdır, filandır. Materialı niyəsə titaniumdan şeyə qaydılar, alüminiuma qaydılar, amma yəni düzdür, bahadır, o qədər vermərəm, o ayrı məsələ. Amma əslində şey, bahalığın bir səbəbini bilirsən də yəni. Amma 10.000 manat yox, çox baha deyir. Düz daha bahaları da böyük ehtimalla qızıldan zat olanlar, ərəblərdə zatlarda. Hə, sadədir, amma ki, ondakı sos heç bir teldə işləmir. Sos? SOS şey var. Yayın seviyesi takip etti. Teşekkürler Carlos. Hello. Ya Carlos İspanya deyəsən. Hola. Hello guys. Deyirəsə İspan. Hola amigo. Getdim jeton aldım, gəldim ki sənə görüm. Təşəkkürlər, Allah razı olsun. Təşəkkürlər. Oo, çaylar. Təşəkkürlər, çox sağ olun. Çox sağ olun, Allah razı olsun. Yaxşı ki varsınız. Yaxşı ki varam. Sağ olun demiş. Çox təşəkkürlər, çox sağ olun. Çox sağ olun, Allah razı olsun. Belə. Çox təşəkkürlər qardaşlar. Kimi də adını bilmirəm, şeydə deyirəm, papasıya duşa deyir. Hə, deyirəmiz bunu nasıl deyir, adınızı göstər. Ürəksiniz yəni, bunu deməsiniz. Məndən maşın əvəzkarəm. Maşın oyunda xoşdur, bir də figur istəyərəm yığam. Uşaq vaxtı belə qəşəng maşın yığmışqalarım vardı, belə korobkada belə içində 10-15 dənə olan vardı. Onlardan şeyliydim, alırdım belə. Hətta deyəsən BMW var idi məndə belə, göy BMW vardı, qapısı zaten asılırdı. Hətta dəmirdən idi, xatırlayıram. Uşaqlıq cahilliyi də qırdım getdi hamısını. Heyf ki.
Səni uşaqdan bəri izləyirəm, hörmətin çoxdur, sənə ümid edirəm, haqq etdin. Təşəkkürlər qardaş, Allah razı olsun, çox sağ olun, çox sağ olun, Allah razı olsun. İnşallah sizin də istədiyiniz bir şeyə nail olarsınız, inşallah. Görək də, qismət olsa inşallah. Bu arada bu yaxınlarda inşallah kompüter düzəlsin, bu yaxınlarda o Santelef videosunda İnşallah diskə bir şey olmayıb deyə dua edirəm. Çünki həqiqətən incələmənin axırına gəlib çıxmışdım. Yəni bir iki dənə məzmun danışacaqdım, qutaracaqdı. Yəni bari onu düzəldəndən sonra xarab olaydın da. Allah qəş edə mən gözləyirdi. Neyse, düzələr inşallah, düzələr. Ən azından ən pis ehtimalı heç olmasa Twitch'də şeyi var. Görüntüləri var, təzdən düzəldərəm, problem deyil. Təzdən düzəldərəm. Və məsələn nə də ondan sonra abana düzəldərəm, problem deyil. Amma çox bir ehtimal diskə bir şey olmayıb, şey deyər. Düzələr inşallah, düzələr. Uğar parayı buldu dəyişdiriyor. Biz nədir? Mən indi artıq qarnımı da göstərim. Mən çox dəhşətli bir şey olmaz məndən yəni. Çox dəhşətli bir şey. Təsəvvür edin 1 milyon abunəm var, hər şey qızıldan. Nərdivan zat qızıldandır belə. Aləmi qatmışanı bir-birinə Vüqar xordu. Vüqar parayı buldu, dəyişdi mənim. Bir də oxudum onu. Salam Murad, inşallah GTA-da çıxanda oynayacaq. İnşallah qardaş, inşallah Məmmədov, inşallah. Çaş. O vaxta kimi inşallah bir kompüter şey deyərik, yığdırarıq özümüzə. Sistemi neçə yığdın? Sistem hazır, bu hazır kompüterlər satılır da, Instagram səhifələrində, şeylərdə, dükanlarda. Onlardan birindən almışdım. İndi adını deməyim də reklam olmasın. Fərq yoxdur əslində, çox belə fərq yoxdur. Hazır və 1899 almışdım o vaxtlar. İçində RTX 3050 var, 8 GB, 11400F var, prosesor i5. 16'lık RAM, 1 TB SSD. Yəni şeydir də, belə də o vaxtlar tapa bildiyim, bütçəmi tapa bildiyim buydu ucuzu. Amma ilk başda mən şey istəyirəm, Lenovo Legion istəyirdim notebook. Amma o da 2600 idi, nə idi? Təəssüf ki, ona pulum çatmadı da. Artıq mən alandan sonra 5-6 aydan sonra 1500-1600-ə 4060'da kompüter zatlar gördüm. Yəni belə həyata tüpürdüm belə. Hətta Yusuf almışdım 1500 neçəyə. Bizim Yusuf. Xeyr olsun, xeyr olsun. O da qaqaş necə qocalmışam. Yəni qocalacaq da qaqa, qocalacaq. 36 yaşım var artıq. Nətədir? Bu ilə neçəsidir? Bu ilə 25 deyil. 5 gün qaldı. 5 gündən sonra 36 yaşım olur artıq. Həqiqətən ha, ömrümü yarladım ömrü. Yəni 60 il yaşasam da o da ayrı məsələ. Ömrümü yarladım ya. Və hələ də bir poxur eləmişəm həyatdan. Neyse. Vüqar, mən getdim gecə çıxır. Xeyrə qarşı qardaşım, xeyrə qarşı. İnşallah görüşərik. Haralarda olursan belə. Çox belə, çox gəzib şeydə olasan adam deyirəm yəni belə. Çox vaxt belə oyun oynayıram, video hazırlayıram premierdə. Belə. Sakalı qırıq kardeşim. Okey kardeşim. Protezim mi düştü, ne oldu? Klaviatura deyir yazmışlar. Saqqal düz deyirsən, biraz çox. Aslında çox sevən yerdə çıxıb yəni, biraz saqqalına çox qocaya oxşuyuram, belə o saxtacar mollalara oxşuyuram. 40 yaşlı. Bu arada artıq 23-41'dir. Mən də yavaş-yavaş tərpənim. Sağ olun ki, baxdınız, Allah razı olsun, dəstəyi üçün çox sağ olun, haqqınız olun. İnşallah kompüter düzəlsin, yayınlara part-part davam edəcək inşallah. Bir yerdə oyunlar zatlar oynayarıq. Hətta şey istəyirəm eləmək, bu notebookda zatlar görmüşdüm. Yayınsız izləyicilərlə emulatordan online oyunlar oynayırıq. Belə Xbox emulatorundan GT4 zat oynayırdı. Bəlkə bir yerdə oynayaq. Kompüterimiz əgər şeydirsə, gamepadimiz varsa, kompüterimizdə qaldırırsa, qurarsız bir yerdə oynayarıq inşallah online. PC-dəkindən Rockstar multiplayer götürdüyünə görə oynaya bilmirik. Yəni bir yerdə şeylər eləyərik, çənizlər zatlar. Sən can sağ olsun, bizə bəsələ. Təşəkkürlər, Allah razı olsun, Allah razı olsun. İnşallah PC düzəlsin, sizə çəkər. İnşallah. Gecəniz xeyrə qalsın, görüşərik inşallah. Allah hamamda özünüzdən müğayət olun, sağ olun, görüşərik. Narahat olmayın, düzələcək hər şey. Düzələr. Hadi canın az zannedin. Sönmedi bu. Ha,